Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Seyyidina ve Mevlana Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ehli beytihi tayyibin tahirin el-ma'sumin el-mukerremin. La siyyama baqiyetillahi fil aradin. Mevlana sahibiz zaman ervahuna lehul fida. Eccelallahu Teala feracehu şerif. Thummel la'nud daim ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin emma ba'd. Nahmeduhu ve nesta'inuhu netevekkelu aleyhi ve nestağfiruh. Esselamu aleyküm ve rahmetullah ve berekatuh. Allah Teala inşallah hamımızın ibadet itaatini qəbul eləsin. Ağamız İmam Zaman Aleyhisselamın mübarək vücudun səlamət eləsin. İnşallah şərafətli zuhurunda da təcil eləsin. Dinin insan həyatına təsiri mövzusunda bir qədər danışmaq istəyirdik cümə söhbətlərində. İnşallah bu mövzuda birinci söhbətimizdir. Allah Teala bizə din göndərib, kitab göndərib, peyğəmbər imam göndərib. Bunların hamısı diqqət eləsək insan üçündür və insanın həyatı üçündür. İnsanın həyatı gözəl olsun, xoşbəxt olsun, səadətə çatsın insan. Bunlara xidmət eləyir. Dinin bütün buyurduqları, hökmləri, şəriət hökmləri, əxlaqi göstərişlər hamısı insanın həyatının gözəlləşməsinə xidmət eləyir. İnsanın dünya evinin abad olmasına xidmət eləyir. Dinin bütün təlimlərinə baxanda görərik ki, onlar hamısı insana ünvanlanıb. Təbiətə aid deyil, dağa, daşa aid deyil. Birbaşa insana aiddir bütün hökmlər. Quran-ı Kərim ki buyurur, ya eyyuhəllezine amenu, ey iman gətirənlər, yəni insanlar. Adəm övladı, bəşər, nə hökm eləyəcəksə, nə göstəriş verəcəksə, hamısı insan üçündür, insana məxsusdur. Gərək biz bir qədər bu mövzu haqqında düşünək ki, insanın həyatına ümumiyyətlə dinin təsiri var, yoxsa ancaq axirəti üçündür, axirət həyatı üçündür. Əgər varsa, nə qədər var? İnsanın dünyəvi həyatına, yaşadığımız bu maddi həyatımıza ki, gündəlik biz həyat tərzi yaşayırıq, bu həyatımıza nə qədər təsiri var dinin? Mən dinə əməl etsəm nə olacaq? Mənim payım nədən ibarət olacaq? İnsan üçün, bax, bu maraqlı bir mövzudur. Və hər bir insan ki, dinə gələndə, əvvəldə elə bunu soruşur. Mənim dinə gələndə, dinə əməl eləyəndə, payım nə olacaq, xeyrim nə olacaq? Necə elə bir insana hansısa bir iş təklif edirsən, o dəqiqə soruşur ki, xeyrim nə olacaq? Ümumiyyətlə, dinin, insanın dünya həyatına xeyri var, yoxsa yoxdur? Bəzən danışanlar ancaq axirət həyatından danışırlar. Və insanlara elə çatdırırlar və insanlar da elə başa düşür ki, dinə əməl etməyin faydası, xeyri ancaq və ancaq axirətədir. Bu dünyada sənin işin ancaq işləməkdir. Bu dünyada sənin işin göstərişlərə əməl etməkdir. Faydasını inşallah öləndən sonra bərzəxdə və yaxud qiyamətdə cənnətdə görəcəksən. Sən namaz qıl, oruç tut, sənin üçün axirətdə Allah qıldığın namaza, tutduğun oruca əvəz olaraq filan cənnəti, filan qəsri, filan hurini vəd verir. Yaxşı, bəs insanın bu dünya həyatında necə? Ona görə də bir çox insanlar bu cür eşidəndə deyirlər ki, din ancaq nisiyə danışır. Nağd bu dünya həyatı üçün heç nə demir. Ancaq elə bu işi görsən, axirətdə əvəzi falan olacaq. Ona görə də bu mövzu çox maraqlı bir mövzudur ki, dinin dünyəvi mənfəətləri, dindarlığın dünyəvi faydaları. Əvvəla bunu bilək ki, din istəklə, seçimlə, zövqlə deyil. Dinə əməl etmək vacibdir.
Və biz dinə əməl etmək məcburiyyətindəyik. Bizim vəzifəmiz budur ki, dini öyrənək və ona əməl edək. Niyə görə? Niyə dinə əməl etmək vacibdir? Dinə əməl etməsəm olmaz? Xeyr, olmaz, gərək əməl eləyəsən. Dini bilməsəm, dini öyrənməsəm olmaz? Xeyr, dini gərək öyrənəsən, biləsən. Din tibb elmi kimi deyil. Dil elmi kimi deyil. Vacib deyil ki, insan başqa dilləri öyrənə. Öyrənsə yaxşıdır. Biraz da rahat yaşaya bilər. Biraz da irəli gedə bilər. Amma vacib deyil. Uzaqbaşı sən filan dili bilməyəcəksənsə, filan ölkəyə səfər eləyəndə tərcüməçi aparacaqsan. Sənə vacib deyil ki, tibb elmini öyrənəsən və onun göstərişlərinə əməl eləyəsən. Əgər birdən bir xəstəlik olsa, bir nəfər varsa, əgər o elmi bilən, ona müraciət edəcəksən, o da səni sağaldacaq. Din nə dil elmi kimidir, nə tibb elmi kimidir. Din hamıya vacib olan bir məsələdir. Dini gərək hamı bilə. Belə deyil ki, məsələn, mənim boynuma qusul gəlibsə, mən onu bilməliyəm və mən ona əməl eləsəm, sənin boynundan götürülür. Yox. O sənin üçün də var, başqası üçün də var, hamı üçün var. Dini hökmləri, dini göstərişləri, əxlaqi dəyərləri gərək hamı bilə, əməl eləyə. Məsələn, başqa sahələr var, mən elə dillə tibbi misal çəkdim, hansısa bir sahə. Vacib deyil ki, hamı rəssam olsun, hamı bənna olsun, hamı maşın ustası olsun. Bir nəfər, 2 nəfər, 5 nəfər əgər bir cəmiyyətdə varsa, kifayət eləyir. Amma vacibdir ki, hamı dinini, şəriətini bilsin. Qur'anını, kitabını bilsin. Çünki bu hamıya nazil olub. İnsanlar arasında belə bir səhv düşüncə var. Məsələn, deyəndə ki, filan şey haramdır, deyir, mən molla deyiləm ki. Mən din xadimi deyiləm ki. Məsələn, filan şey vacibdir, o dəqiqə elə bilirlər ki, bu vacib ancaq din xadimlərinə vacibdir. Axundlara, mollalara vacibdir. Kim ki namaz qılır, ona vacibdir. Filan məsələn, donuz ətini yemək haramdır, donuz əti olan bir kalpasanı, sasiskanı yemək haramdır, o dəqiqə deyir ki, mən namaz qılan deyiləm ki. Haram haramdır, hamı üçün haramdır, harama gərək hamı riayət eləyə. Elə bilirlər ki, ancaq bir qrup insanlar var, dinlə məşğul olanlar, din ancaq onlara ünvanlanıb. Xeyr, belə bir şey yoxdur. Din hər bir kəsə ünvanlanıb, dinin hökmləri hər bir kəsin üzərinədir. Bizdə səhv təsəvvür var, elə bilirik ki, dinin hökmləri ancaq dindarlara aiddir, dinlə məşğul olanlara aiddir. Dinə əməl etmək hamının borcudur. Dini bilmək hamının borcudur. Niyə görə? Belə bir sual verilə bilər. Niyə görə? Çünki din həyati məsələdir. Din birbaşa insanın mənfəətinə, xeyrinə, ziyanına hesablanıb. Əgər buna əməl etsən, xeyir tapacaqsan, etməsən, uğursuzluğa düşəcəksən. Dinin işi insanın həyatınandır. Nə qədər insan həyatından kənar hansısa bir şeylərdən danış, insana ola bilər ki, maraqlı olmasın. Amma elə ki, insanın həyatından, xeyrinə, ziyanına bağlı danışacaqsan, o dəqiqə qulaq asacaqlar və maraqlı gələcək olar. Çünki bu mənim artıq birbaşa xeyrimlə, ziyanımla. Məsələn, Peyğəmbər insanlara gəlib risalətini aşkar eləyəndə nə buyurdu? Buyurdu, kim mən deyəndən oturub dursa, nicat tapacaq. Qulu la ilahə illallah tuflihu. La ilahə illallah kim desə nicat tapacaq. Kim mən deyənə boyun əysə, mən deyənlə geçsə, xoşbəxt olacaq. Dinin sözü bu olub. Allah da insanın daxilində mənfəətpərəstlik hissi yaradıb. İnsan həmişə mənfəətinə qarşı qaçır, mənfəətinə doğru qaçır, ziyandan da qaçır. Allah insanı belə yaradıb. Heç kəs ziyana, zərərə sarı getməz və heç kəs də xeyrindən qaçmaz. Bilsə ki, orada 5 manat xeyri var, gedəcək. Səhər yuxusuna haram qatıb durub o işi görəcək. Nə var, bilir ki, mənim burada 5 manat xeyrim var.
Bilsə, ehtimal versə hətta, yəqin bilməsə də, ehtimal versə ki, filan yerdə ziyan var, geçsəm xətərə düşərəm, təhlükə olar filan, getməyəcək. Allah insanı belə yaradıb. Və bu cür yaranan insana da din göndərib. Dinin sözü nədir? Dinin sözü budur ki, kim mənə əməl etsə, xeyir tapacaq. Olmasa, uğursuzluğa düşəcək, təhlükəyə düşəcək. Kim mənə əməl etsə, nura qərq olacaq, nura çıxacaq, olmasa zülmətdə qalacaq. Dinin sözü budur. Ona görə də dinə əməl etmək vacibdir. Dinə əməl etmək vacibdir. Dinin hökmlərini bilib, onlara riayət eləmək əsas məsələlərdəndir. Biz bəzən dini qoyuruq kənarda. Məsələn, əsas məsələləri, başqa məsələləri, mövzuları götürürük ki, bunlar əsasdır. Bəli, arada bir dinə də müraciət eləyirik və dindən də kömək alırıq. Hansısa bir mövzu haqqında müzakirə aparanda, görsən, ora müxtəlif sahənin adamlarını, peşəkarları dəvət eləyirlər, bir dənə də din xadimi olur və arada bir dinə də müraciət eləyirlər. Gözəl. Amma bunu bilək ki, din qədər dəqiq heç bir sahə yoxdur ki, söz desin. Dinin sözü, dinin buyurduğu hökm ən dəqiqdir. Və bütün insanın həyatına, həm dünya, həm axirət həyatına hesablanmış sözdür. Niyə görə mən dindar olmalıyam? Çünki dindarlıq mənim birbaşa mənfəətimlə, xeyrimlə bağlıdır. Ziyanımla bağlıdır. Olsam xeyir qazanacam, olmasa əksinə. Məsələn, namaz qılıb oruç tutana sual verirsən ki, niyə namaz qılırsan, niyə oruç tutursan? Niyə dinə əməl eləyirsən? Marağın nədir? Niyə bəzən bu sualı verirlər? Məsələn, biri Quran oxuyur, Quran öyrədir, dini təbliğ edir, dini dəyərləri, əxlaqi dəyərləri insanlara öyrədir. Sual verirlər ki, sənin marağın nədir? Maraq nə olacaq? Bu sual verən niyə görə bu sualı verir? Ona görə ki, biz maddi dünyada yaşayırıq. Və öyrəşmişik ki, hər bir şeyi maddiyatla ölçüb, maddi maraqlarla ölçməyə. Buna öyrəşmişik, ona görə də gəlib məsələn, bu cür dini məsələləri, mənəvi məsələləri üzləşəndə onlarla, o dəqiqə yenə də deyirik ki, sənin marağın nədir? Hər şey məgər maddi maraqla ölçülür. Mənəvi maraq ölçüləri də var. Biz öyrəşirik bu cür ölçməyə, çünki maddi dünyada yaşayırıq, ona görə bu sualı veririk. Bəzən deyirlər ki, niyə dinlə gedirsən? Yaşa da bu gözəl dünyada, niyə özünü bağlayırsan dinə, onunla gedirsən? Marağın nədir? Bəli, cavab olaraq deyirik ki, maraq bilirsən nədir? Maraq budur ki, din mənim xeyrimlə bağlı olan bir məsələdir. Din mənə qazandırır. Mənim mənfəətimlə bağlı olan bir məsələdir. Ona görə mən dinə əməl eləyirəm. Namaz qılıram, oruç tuturam, çünki o mənim birbaşa mənəvi ehtiyaclarımı təmin edir. İnsanda təkcə maraq, maddi maraq deyil ki, mənəvi maraq da var. Məsələn, deyirlər ki, niyə dünyanın gəzməli, görməli yerlərinə səyahət eləmirsən? Amma Kəbiyə, İmam Hüseyn hərəminə gedirsən, oranı ziyarət edirsən. Oradan da qat-qat gözəl, gəzməli, xoş ab-havası olan yerlər var, görməli yerlər var, ondan da bahalı-bahalı yerlər var. Niyə görə gedirsən Kəbəni, Kərbəlanı ziyarət edirsən? Çünki biz öyrəşmişik. Ancaq buna ki, o yerlərə gedək, baxaq, o yerləri ziyarət edək, səyahət edək ki, onlar bizim maddi maraqlarımızı, belə deyək, təmin eləyirlər. Çünki dünya bu dəqiqə maddiyyatın, mənfəətin üzərində qurulub. Hökm çıxartanda, qərar çıxartanda da mənfəətdən çıxartırlar. Mənfəəti fikirləşib o qərarı çıxartırlar. Mənəvi maraqlar deyilən bir mövzu var. Bəli, mən gedirəm Kəbiyə, mən gedirəm Ümriyə, Kərbəlaya, Məşədə, ziyarətə. Çünki o mənə qazandırır. O mənə qazandırır. Nə qazandırır axı? Sən əksinə pul xərcləyib gedirsən.
mənəviyyat qazandırır. Mənim dünyamı gözəlləşdirir. Bax, belə bir qayda var. O qayda ağlın və həyatın qaydasıdır. Hər bir kəs o qaydanı bilir və o qaydanın həqiqi bir qayda olduğuna da inanır. O nədən ibarətdir? Bundan ibarətdir ki, əgər bir kəsi bir şeyə dəvət eləyirsənsə, onda mütləq və mütləq həvəs və maraq yaratmalısan. Onda həvəs və maraq olmasa, onu dəvət eləmək çətin olacaq. Onun gəlməsi müşkül olacaq. Gətirə bilməyəcəksən. Elə hey buna danış, mümkün olmayacaq. Həvəs yaratmalısan. Məsələn, uşağı aparıb qoyursan hansısa bir sənətə, həvəs yaranmayanda, sevgi olmayanda, maraq olmayanda, 1, 2, 3-cü dəfə yorulur, getmir. Ay uşaq, niyə getmirsən? Həvəs yoxdur. Baxırsan ki, marağı yoxdur. Sən onda maraq yaratmalısan. Sən onda sevgi yaratmalısan, həvəs yaratmalısan. Bu hər bir sahədə bir dənə qaydadır ya. Allah da bilir ki, insanları dinə dəvət eləyəndə, gərək bu insanlarda sevgi yaradasan, maraq yaradasan, sevgi və həvəs olmayanda, maraq olmayanda çətin məsələdir. Bu dinə gəlmək çətin məsələdir. Nəinki dinə, ümumiyyətlə nəyəsə ki, dəvət eləyirsən, istəyirsən ki, o insan bu cür olsun, filan sahənin, filan sənətin peşəkarı olsun, sən onda mütləq həvəs və maraq yarat. Sən aparıb uşağı qoyursan hansısa bir sənətə, nə həvəs yaradırsan, nə maraq yaradırsan. Sən məsələn evdəki xanımı dəvət eləyirsən namaza, hicaba, amma sadəcə quru-quru dəvət eləyirsən. Həvəs yarat, sevgi yarat, maraq yarat onda. Bu olmasa çətin məsələ olacaq. Bir çoxları deyirlər, neyniyim övladım namaz qılan olsun, oruç tutan olsun, uşağım hicab bağlayan olsun, xanımım belə olsun, filan olsun. Neyniyim? Axı bu dindən filandan danışırlar. Mən neyniyim ki, övladım bu cür olsun? Heç nə, sadə bir dənə qayda var. O da budur ki, maraq yarat, sevgi yarat. Alimlərin birinə sual verdilər ki, mən neyniyim ki, xanımım hicab bağlayan olsun? Dedi, ona hədiyyə al. Uşaq neyniyim namaz qılan olsun? Ona söz ver, vəədlər ver. De, namaz qılsın, mən səni filan yerə aparacam. Nə yaxşı, məsələn, hansısa bir sənətə qoyanda görəndə ki, uşaqda həvəs yoxdur. Deyirsən, həvəsləndirirsən onu ki, məsələn, filan sahədə müəllimin sənə 5 versə, mən də sənə filan şey verəcəm. Bu hər bir yerdə belədir. Dində də bu cür olmalıdır. İbtidasında, dinə gətirəndə, dinə gələndə maraq yaratmalısan. Allah da bu cür eləyib. Allah da insan dinə rahat gəlsin deyə, dini göstərişlərə rahat əməl etsin deyə həm sevgi yaradıb, həvəs yaradıb, həm də maraq yaradıb. Bu iki şey mütləq olmalıdır. Bu iki şey olmayanda dəvət çətin olur. Onun da gəlməsi çətin olur. Elə eləməlisən ki, dad qoymalısan onun damağında ki, gətirəsən və ona elə bir dadı yaşadasan ki, o bir də gəlsin. Bir şeyin ki, insanın damağında dadı qaldığı, o bir də gələcək. Görsən ki, gedir bir yeməkxanada oturur, dadlı bir yemək, restoran yiyəsi, kafe yiyəsi çalışır ki, yeməkləri dadlı olsun ki, gələn müştərinin qalsın damağında, o bir də gəlsin. Bu hər bir yerdə bir dənə əqli və həyatı qaydadır. Yazılmamış qanundur. Bunu öyrətməyə ehtiyac yoxdur. Bunu ağıl və həyat deyir ki, əgər kimisə dəvət eləmək istəyirsənsə, çağırmaq istəyirsənsə, elə bir forma yaratmalısan ki, onda maraq olsun, yenə gəlsin. Çünki mümkündür insan yorulsun. İnsanın bu tərəfdən yorulmaq, bezmək hissi də var. Vay o gündən ki, yorula, bezə. Allah insan dinə rahat gəlsin deyə onda həm sevgi yaradır, həm də maraq yaradır. Sevgi ilə marağı necə yaradır? Sözümü buraya gətirmək istəyirdim. Sevgini bu cür yaradır. Sevimli insanlar göndərir onun üstünə. Sözünü sevimli insanların dili ilə insanlara çatdırır.
Allah insanda sevgi yaratsın deyə sevimli insana da dizdirir sözünü. Sən birini dəvət eləmək istəyirsənsə ki, o gəlsin, çalış onu sevimli bir formada dəvət elə və sevimli insanı ona göstər. İstəyirsən, məsələn, uşaq hansısa bir idman sahəsində qoymusan, həvəs yaransın. O idman sahəsinin ulduzunu ona göstər. Elə ki, həmin o sahənin ulduzu ilə ünsiyyət qursun. Çünki həmin sahənin ulduzu odur axı, sevimlisi odur axı. O sahədə hamı ona bənzəmək istəyir. Bu bir dənə qaydadır. İstəyirsən uşaq, istəyirsən və yaxud da bir kimsə hansısa bir sahədə uğur qazansın, kimisə ona göstər. Kimisə ona göstər. Nümunə kimi göstər, onda həvəs yaransın. Yoxsa çətin məsələ olacaq. Bir dəfə, 2 dəfə, 3 dəfə artıq həmin o uşaq və yaxud da həmin o adam yorulacaq, daha gəlməyəcək. Amma kiməsə baxıb gəlmək prinsipi var da. Kiməsə baxıb gəlmək, kiməsə baxıb həvəslənmək qaydası var, qanunu var bu həyatda. Hər bir insana soruşsan ki, ya bu sahədə ki, sən bu cür gəlib bu zirvəyə çatmısan, kimə baxıb gəlmisən? Görəcəksən ki, o sahədə başlayanda, ibtidasında o kiməsə baxıb gəlib. Kiməsə baxıb gəlib. Bu sənəti kiməsə baxıb sevib, belə olmayıb ki, öz-özünə sevsin. Kiməsə baxıb, ürəyinə sevgi düşüb və gəlib. Get, hər hansı bir sahənin, sənətin parlaq ulduzlarını dindir, o da əvvəldə bu sahəyə gələndə, bu sənətə gələndə kiməsə baxıb gəlib, kimsə bir ideal olub, nümunə olub və o nümunəyə baxaraq ürəyinə sevgi dolub, gəlib. Dində də məsələ bu cürdür. Dində bu cür deyil ki, elə gələn birinci Allah eşqi ilə gəlsin. Yox. O Allah eşqinə çatdırmaqdan ötürü, o dinə maraq yaratmaqdan ötürü, daha doğrusu həvəs yaratmaqdan ötürü sevimli insanlar göndərib. İnnəkə lə'alə xuluqin azim. Ya Peyğəmbər, sən böyük əxlaq sahibisən. Peyğəmbərə elə bir əzəmətli əxlaq verir ki, hamı onun vurğunu olur. Gözüz Allah Taala dini nə cür sevdirir insanlara? Dini sevdirməyin yolu nədir? Sevimli insan göstər. O sahənin ulduzun göstər, o sahənin parlayan günəşin göstər. Və gəlmək istəyən baxıb gəlsin. Nə qədər Peyğəmbərin gözəl əxlaqına baxıb dinə gələnlər var. Hətta buyururlar ki, qısa bir müddət ərzində Peyğəmbərin dininin rahat yayılması və 23 il ərzində müvəffəq olmasının əsas səbəblərindən də biri Peyğəmbərimizin gözəl əxlaqı idi. O qədər gözəl əxlaq sahibi idi Peyğəmbər, bir dəfə gələn, ikinci dəfə daha əl çəkmirdi ondan. Əbu Süfyanlar, Əbu Ləhəblər, Əbu Cəhəllər hamı heyran qalırdı ki, bu Peyğəmbər gələnə nə verirdi ki, da gələn əl çəkmir ondan? Gələn day aşıq olurdu ya ona. Vurğunu olurdu. Görürsünüz Allah göndərdiyi dinə insanlar rahat gəlsinlər, əməl etsinlər deyə nə yaradır? Sevimli insan yaradır. Dinin şəxsiyyətinin önəmi çox böyükdür. Ona görə də ayədə var ki, əfə immauta əv qutilə inqaləbtum alə əqabikum. Əgər Peyğəmbər ölsə və yaxud da öldürülsə, siz öz keçmişinizə qaydacaqsınız. Yəni, hər şey Peyğəmbərin başındadır. Peyğəmbər nə qədər ki var, hər bir şey, hər bir kəs onun başındadır. O geçsə dağılacaq. Hələ Həzrət Əli əleyhissalamı Peyğəmbər yerinə qoydu, yenə də alınmadı, yenə də dağıldı. Yəni Peyğəmbərimiz Allah buyurur ki, "Ləv kunta fazzan ğalizal qalb lanfaddu min hawlik." Ayədir Qurani-Kərimdə Allah Peyğəmbərə buyurur ki, "Ya Peyğəmbər, əgər sən daşürək olsaydın, əgər sən kobud xasiyyətli olsaydın, əgər sən sərt olsaydın, cəmaət sənin ətrafından dağılardı." Yəni Allah demək istəyir ki, Peyğəmbərin gözəl əxlaqı, şirin mənəvi cazibəsi insanları çəkib gətirib, baxan vurğun olub ona. Biz indi Peyğəmbərin tarixindən danışırıq. Onun, məsələn, Həzrəti Yusuf Peyğəmbərin filminə hamımız baxmışıq. Onun özünün gözəlliyi bir tərəfə,
onun həyatının, əxlaqının, danışığının, rəftarının, hikmətinin gözəlliyi tamam başqa bir tərəfə. Ona aşiq olanlar nə qədər oldu? Həzrəti Yusufə necə insanlar aşiq oldular? Allah insanları dinə çəkib gətirmək istəyir, nə yaradır? Həvəs yaradır onlarda, sevgi yaradır onlarda. Nə cür? Sevimli insanlar göndərir onlara. O sevimli insanı görəndən sonra artıq insanda dinə əməl etmək, dinə gəlmək eşqi yaranır, həvəsi yaranır. Qoy gedim dinə, qoy gedim dinə əməl edeyim. Niyə axı? Çünki dinin Peyğəmbər kimi, Həzrəti Əli kimi, Xanım Zəhra kimi, Allah dostları kimi şəxsiyyətləri var. Qoy gedim mən də onların yanında olum. Allah bax, insanları özünə tərəf çəkməkdən ötürü, İnsanlarda sevgi yaradır. Bu əsas məsələdir. Bu bir dənə həyati və əqli qaydadır ki, insanları nəyəsə dəvət eləyirsənsə, mütləq onlarda sevgi yarad, həvəs yarad. Uşağın həvəsi olmasa, hansısa bir sənətə qoymusansa, mümkün deyil. Görürsən, bir müddətdən sonra ayrıldı, gəldi. Aparırsan, qoyursan başqa sənətə, mümkün olmur, oradan da ayrılır, gəlir. Həvəs yoxdur. Ata nə etməlidir? Valideyn nə etməlidir? Uşağa hansısa sənətdə sabit eləməkdən ötürü, saxlamaqdan ötürü həvəs yaratmalıdır. Həvəsin bir yolu da budur. Sevginin bir yolu budur. Ki, sən ona gözəl, məsələn, o getsə, gözəl bir sənətkarın yanında olsa, bəli, artıq onda dəyişiklik yaranacaq, həvəs yaranacaq. Kiməsə baxıb gəlmək qanunu var, bəyaq dedik. Sən bu sənətə necə oldu gəldin? Deyir, filan kəsə baxdım, gəldim. Necə oldu sən şair oldun? Necə oldu sən söz ustadı oldun? Deyir, filan kəsə baxdım, gəldim. Necə oldu ki, sən bu cür oldun? Filan kəsə baxdım, gəldim. Ona görə Allah buyurur ki, لَقَدْ كَانَ فِي رَسُولِ اللّٰهِ لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ. Sizin aranızda Peyğəmbər ən gözəl nümunədir. Allah elə sıradan bir insanı da seçə bilərdi. İnsanların xoşu gəldi, gəlmədi. Əsas odur ki, söz çatdırsın da insanlara. Gəldi, çatdırdı, dedi, çıxdı, getdi. Belə də eləyə bilərdi Allah. Amma elə eləyir ki, insanlarda qoy həvəs yaransın. Peyğəmbəri görüb aşiq olsunlar. Həzrəti Əlini görüb aşiq olsunlar. Allah dostlarını görüb aşiq olsunlar. Həqiqətən də onlar insanları cəzb eləməkdən ötürü, cəlb eləməkdən ötürü ən yaxşı, sevimli şəxsiyyətlərdir. Allah həvəsi, sevgini bir bucur yaradır. İnsanlar dinə gəlsin. Bir də maraq yaradır. Məqsədim bu mövzu haqqında danışmaq deyil. İnşallah bu mövzu haqqında dəfələrlə danışmışıq. İnşallah yenə də danışarıq. Amma hələlik bu qədər. Bunu bildik ki, Allah insanlarda həvəs yaratsın deyə dinə qarşı sevimli insanlar göndərir. Və bu çox vacib bir məqamdır. Bu hər bir sahədə belə olmalıdır, bizdə də bu cürdür, Allah da bu cür eləyib. İkinci, maraq yaratmalısan. Yaxşı, gəlsəm, əməl etsəm, xeyrim nə olacaq? Xeyrim nə olacaq? Həvəs yarandı, istək yarandı, kiməsə baxdı, gəldi. Amma indi gələndən sonra mənim xeyrim nə olacaq axı? Sən eləməyə deyirsən, namaz qıl, Quran oxuy, onu elə, bunu elə, filan elə, şükür elə, həmd elə. Yaxşı, bunların xeyri nə olacaq mənə? Bəli, burada maraq iki hissiyə bölünür. Bir var axirət maraqları, bir var dünya marağı. Bir var axirət mənfəəti, axirət xeyri, bir var dünya xeyri. Biz adətən, tarixən danışanda ancaq və ancaq dinə əməl etməyin axirət xeyirlərindən danışmışıq. Ki, əvvəldə dedim. Amma dünyəvi xeyirləri. Ona görə də bizim mövzumuz dinin insan həyatına təsiri və yaxud da başqa dillə desək, dinin dünyəvi faydaları, dinin dünyəvi mənfəətləri. Gedir biri İmam Hüseyn ziyarətinə. Mən İmam Hüseyn ağanı ziyarət eləsəm nə olacaq? Axirətdə inşallah qəbr evində ağa özü gələcək ziyarətə. Bəs burada bir şey olmayacaq.
Adətən biz danışırıq ziyarətin özündən də, dindən də, hamısının mənfəətini, xeyrini, nəticəsini aparıb bağlayırıq axirətə. Ona görə də bir çoxları dinə gəlmirlər. Dinə gəlməməyin bir yolu da budur ya, bir səbəbi də budur ya. Bir çoxları ki, dinə gəlmirlər, çün bəhanə olaraq bunu gətirirlər ki, danışanlar, dini insanlara çatdıranlar nisyə danışırlar, nağd danışmırlar. Hələ o nisyə, nağd, onun da bir məsələsi var, onu da inşallah gəlib deyərik. Amma hələlik bu qədər ki, bəli, Allah bizə din göndərəndə, dini hökmlər göndərəndə, tapşırıqlar verəndə, onun dünyəvi mənfəətlərindən də danışıb. Belə deyil ki, din ancaq axirətə aid xeyirdən danışsın və yaxud da axirətə aid ziyandan danışsın. Bir çox ayələr bizə danışır nədən? Dünyəvi faydalarından. Baxın, dinə gəlmək üçün, gətirmək üçün adətən bu üslubdan da istifadə edirlər. İnsanın diqqətin ya məbdəə çəkirlər, ya məada çəkirlər. İnsan dinə rahat gəlsin, dinə əməl etsin deyə, ya ona məbdədən danışırlar, başlanğıcdan, ya da məaddan danışırlar, sondan danışırlar. Bəli, Quran da bu üslubdan istifadə edib. Düz üslubdur. Gətirir dinə. Dinə gətirməkdən ötürü nədən istifadə edir? Allahı başlayır onlara xatırlatmağa. Üzkuru ni'mətiyəlləti ən'amtu aleykum. Allah özü də buyurur ki, xatırlayın o nemətlərimi ki, mən sizə vermişəm. Nemətlərimi xatırlayın. Verdiyim nemətləri adam gərək arada otura, Allahın insana verdiyi nemətlər haqqında fikirləşə, düşünə və xatırlaya. Allah mənə görün nələr verib. Bəzən fikrimiz gedir o verilməyənlərin dalıcan, şükür yox, başlayır şikayətlənməyə. Allah buyurur, üzkuru ni'məti, nemətlərimi xatırla. O şeylər ki, sənə fakt vermişəm ha, onları bir xatırla. Sən elə oturursan, durursan, verilməyənlərdən danışırsan, verilməyənləri xatırlayırsan. Ay bu mənə verilmədi, ay bundan qaldım, o məhrumiyyətlərdən danışırsan. Amma nə qədər sən faydalanmısan, bundan danış, buna haqda fikirləş. Allah insanın diqqətin nemətə sarı yönəldir. İnsanın diqqətin özünə sarı yönəldir. Ya eyyuhən-nasu ubudu rabbakumul-lezî xalaqakum vellezîne min qablikum. Ey insanlar, ibadət edin Rəbbinizə. Hansı ki o sizi yaratdı. O sizə ruzi verdi, o sizə təam verdi. Ubudu rabb hâzal beyt ellezî et'amahum min cu'in və âmenahum min xavf. Rəbbinizə, bu beytin, bu evin Rəbbinə, Allahına ibadət edin, hansı ki, o Allah sizə taam verdi, aclıqdan sizi çıxartdı və qorxudan sizə nicat verdi, əminamanlıq verdi. İnsan ibadətə rahat gəlsin, diqqətin hara çəkirlər? Məbdəə çəkirlər, yəni Allaha sarı çəkirlər. Allah haqqında fikirləş. Allahın nemətləri haqqında fikirləş. Bu da bir yoldur dinə gətirməkdən ötürü. Və bir yolda budur ki, məaddan danışırlar, axırdan danışırlar. Yəni, sən bu işi görsən, xeyri bu olacaq və yaxud da ziyanı bu olacaq. Allah Quran-ı Kərimdə nə qədər cənnətdən və cəhənnəmdən danışıb. Niyə görə danışıb? Yəni, bilsin ki, insan həyatı təkcə bu həyatdan, dünya həyatından ibarət deyil, qarşıda onu bir axirət həyatı da gözləyir. Və dinin ora birbaşa təsiri var. Din insanı ya əbədi xoşbəxt eləyir, ya əbədi bədbəxt eləyir əməl etməməyin nəticəsində. Bu iki üslub çox gözəl üslubdur. Quran-ı Kərimdə də ayələri var. Misal olaraq da çəkdim. Ki, ya Peyğəmbərin özü də insanları dinə dəvət eləyir, ya cənnətə həvəs yaradır, eşq yaradır, ya da cənnətdən qorxudur. Ki, insan ya cənnət eşqi ilə, ya cəhənnəm qorxusu ilə gəlsin ibadətə. Uşağı da tərbiyə eləyəndə ya onu qorxudurlar, ya da onu təşviq eləyirlər.
Bunlar hamısı düz, amma biz bu mövzudan danışmırıq. Bu mövzunun özü də çox geniş bir mövzudur. Danışılası mövzudur, vacib mövzudur, amma çox danışılıb. Çox danışılıb. İnsanlara dini təqdim eləyəndə, insanları dinə dəvət eləyəndə ya cəhənnəmdən qorxutmuşuq, ya cənnətə həvəs yaratmışıq. Amma görürsən ki, fayda verməyib, effekt verməyib. Ona görə də üçüncü bir mövzudan danışmaq lazımdır. O nədir? Dünyəvi maraqlar. Çünki insan hal-hazırda bu dünyada yaşayır. Mən namaz qılsam, oruç tutsam, xeyrim nə olacaq? Sən elə deyirsən, mənə ziyarət elə, əhl-i beyti sev, Qur'anı oxuyub, nə bilim, filan işləri gör, filan işlərdən çəkin. Mənim xeyrim nə olacaq? Mənfəətim nə olacaq? Bu da başlayır ancaq axirətdən danışmağa. Amma biz axirəti də qoyuruq kənara ki, vacib mövzudur. Ya başlayırıq Allahın özündən danışmağa, o da vacib bir mövzudur. Onu da qoyduq kənara, amma üçüncü bir mövzudan danışırıq. Dinin insan həyatına təsiri. Dinin dünyəvi mənfəətləri. Dinə əməl eləyəndə insan dünyada necə olacaq? Mən bu namazı qılsam, mənim dünyəvi xeyrim var yoxsa yox? Yoxsa da ancaq Allah yığıb xeyri, yığışdırıb, ancaq və ancaq saxlayıb axirətə? Buna əməl etsəm, ancaq axirətdə belə olacaq, burada heç nə olmayacaq. Bax, bu mövzu çox maraqlı bir mövzudur. İnşallah bundan belə bu mövzular haqqında danışacağıq ki, dindarlığın dünyəvi mənfəətləri və faydaları. İnşallah bir neçə cümə söhbətində bu barədə danışarıq və bu mövzunun özündə də müəyyən cəlbedicilik var, cazibə var ki, həqiqətən də insan dünyada yaşayırsa, yaxşı olar bilsin ki, dünyada da o dinə əməl etməyin hansı faydası olacaq insana? Dinə əməl eləyəndə dünyada insanı nələr gözləyir? Bax, bunlar çox maraqlı bir, faydalı və eyni zamanda da vacib və lazımlı bir mövzulardır və dinin özündə də kifayət qədər ayə və hədislər bu barədə gəlib. Hədislərin özü də bu cürdür. Hədislər özü də təşviq eləyir. Amma baxırsan, hədislərin bir çoxlarında təşviq elə dünyayadır. Dünyayadır. Sən belə olsan, bax, əvəzində Allah da sənə bunu bəxş eləyəcək. Nəsəlükəllahumma və nəd'uk bismikəl-azimil əzəm əl-əəzzil əcəllil əkrəm. İlahi və Rəbbim, əllərimizi naümid sinələrimizə qaytarma. İlahi amin deyən dilləri lal öldürmə. Allah, gələn günlərimizi xeyirli və bərəkətli qərar ver. İlahi dinimizi öyrənib bizi ona əməl eləyənlərdən qərar ver. İlahi və Rəbbim, dinin həm dünyəvi, həm uxrəvi faydalarını, mənfəətlərini bizə nəsib elə. İlahi Peyğəmbər və əhl-i beytindən bizi dünya və axirət ayrı salma. Qur'anı həmişə başımızın üstündə hakim elə. İlahi və Rəbbim, günahlarımızı, xətalarımızı öz geniş rəhmətinlə əff elə. İlahi və Rəbbim, Peyğəmbər və əhl-i beyti hörmətinə hər kəsin ürəyində nə istəyi, mətləbi varsa rəva elə. Hacətlərimizi, müşküllərimizi həllə asan elə. İlahi və Rəbbim, xəstələrimizə, yaralı qazilərimizə, İmam-ı Səccad ağa hörmətinə tezliklə şəfa ver. Əsirlikdə olanlar, sıxıntıda olanlar, işi, özü müşkülə, dara düşənlər, Allah İmam-ı Musa ibn Cəfər ağa hörmətinə, işlərinə, özlərinə tezliklə fərəc ver. Qərib İmam Rıza ağa hörmətinə, qərib yerdə olanlarımız, yol çıxanlarımız, ruzu dalıcan gedənlərimiz, Allah hamısını səlamət elə. Vətən keşiyində dayanan cavan qardaşlarımızı düşmən gülləsindən, hiləsindən hifz elə, xalqımızın, millətimizin bayrağını hər yerdə uca elə, başının üstündən yaman yerlər Allah əsdirmə. İlahi Azərbaycan xalqını, ümməti İslami, müsəlmanları, möminləri həmişə qüdrətli və izzətli elə. İlahi və Rəbbim, Peyğəmbər və əhl-i beytinin ziyarət və şəfaətin hamımıza nəsib elə, işlərimizin, ömrümüzün aqibətin xeyrlə xətm elə. Allah bizi bağışlanmış halda şərafətli ölümlə qəbr evinə apar. Ağamız İmam-ı Zamanı salamət elə, şərafətli zuhurunda da təcil qərar ver. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nəhməduhu və nəşkuruh, nəstəğfiruhu və nəstəinuh, nətəvəkkəlu aleyhi
ونتوسل إليه. الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا ومولانا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد. وثم الصلاة على إترته المكرمين وسيما بقية الله في الأرضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Mövzumuz qəlbin aramlığı idi və artıq 5-ci cümədir bu mövzu haqqında danışırıq. Keçən söhbətlərimizdə rahatlıqla aramlığı ayırdıq. Biraz fərqli yanaşdıq mövzuya. Rahatlığa belə izah verdik ki, belə ki işlərin daim sahmana düşməsi, hər şey sən istədiyin kimi getməsi, cızdığın plan öz axarı ilə hərəkət eləməsi, buna bir növ rahatlıq adı verdik. Yəni hər şey istədiyin kimi gedir. Dedik bu qeyri-mümkündür. Bu dünyada alınmır. Görürsən bir plan düzürsən, bir 10 illik bir plan. Elə bir hadisə baş verir ki, heç yatsaydın yuxunda da görməzdin. Heç düşünməmişdin də, həmən hadisə gəlir, bütün planları dağıdır, alt üst edir, istədiyin həyata keçmir. Yəni bu dünya bundan ibarətdir. Hər istədiyin alınmır. Biz rahatlığa belə baxdıq da, yəni istədiklərin həyata keçir, hər şey öz axarında hərəkət eləsin, heç bir çətinliklə üzləşməyəsən, heç bir bəla ilə üzləşməyəsən, dedik bu qeyri-mümkündür. Ona görə tam mənada rahatlıq bu dünyada mümkün deyil ki. Ən azı bəla və imtihan qaçılmazdır. İmtihan gəlir. Özü imtihan yaxşı və pisə baxmır ki. Hədisdə var, buyurulur, 4 imtihan var ki, hətta Peyğəmbərə, onun vəsilərinə, iman əhlinə də üst tuta bilər. Hansılardır var? Buyurulur, 1. Əl-fəqru fil-əmval. Fəqirlik. Məsələn, Peyğəmbərlərimiz bəs fəqir idi. Fəqirlik onlara da üst tutdu. 2. Əl-mərazu fil-cism. Xəstəlik. Xəstəlik. Peyğəmbərdir. Peyğəmbər vəsisidir. O da xəstələnir. Davamında buyurur, kafirun yətlubu qatləhum. Onların da düşməni var. Onları öldürmək istəyər. Kafir, küfr əhli. 4-cü buyurur, vəl-munafiqu yəkfu asarahum. Münafiqlər olar ki, onların planlarını dağıtmaq istəyər, ilahi planlarını, onların işlərini darmadağın eləmək istəyər. Belə insanlar həmişə olub tarixən, indi də var, bundan sonra da olacaq. Bəli, bu 4 imtihandan heç Peyğəmbər də istisna deyil ki. Quran-ı Kərim nə buyurur? Nəblukum biş-şərri vəl-xeyri fitnətən. Şərlə, xeyrlə imtihan olunacaqsınız. Sağlamlıqla, xəstəliklə, pulla, fəqirliklə, hər halda imtihan olacaqsınız. Bu dünya zaten imtihan dünyasıdır. İmtihandan qurtulmaq mümkün deyil ki. Bəli. Ona görə Quran-ı Kərim cümləni işlədəndə də çox dəqiq işlədib. Buyurur, və mən yettəqillah yec'alləhu məxrəc. Əgər bir insan təqvalı olsa, çıxış yolu var. Demir, təqvalı insanlar problemlərlə üzləşməzlər. Problemlə üzləşməmək qeyri-mümkündür. Amma problemdən qurtuluş mümkündür. Quran ora köklənib. Problem gələ bilər, amma qurtulmaq mümkündür. Bəli. Baxın, rahatlığa bu cür məna versək, bu mənada rahatlıq dünyada qeyri-mümkündür. Tam mənada mümkün deyil. Nə qədər çalışsaq, maksimum səy göstərsək, elm, texnologiya inkişaf eləsə də belə, nə olursa olsun, amma o mənada tam mənada rahatlıq axtarırsınızsa, bu dünyada mümkün deyil. Amma aram olmaq olar mı? Yəni aram olaq.
Hətta çətinliyin içində belə. Hətta problemlərin içində belə. Sıxılmayaq. Ümidimizi itirməyək. Problemlər bizi yıxmasın. Sarsılmayaq. Bu mümkündür, yoxsa yox? Əlbəttə bu mümkündür. Bu mümkündür. Bu yalnız Allahla mümkündür. Onsuz qeyri-mümkündür. Yolu nədir? Keçən söhbətlərimizə dedik. Dilli dua və zikir insanı aramlaşdırar. Duanın özünün xüsusiyyəti budur, inanın. Duanın 2 dənə təsiri var. 1, hacəti istəyirsən. Hələ qalsan hacət istəyirsən. Allahım ver də mənə. Nəsə istəyirsən. Bir istədiyi alırsan, ya istədiyindən yaxşısını alırsan, ya bəla dəf olur, ya axirətdə verilir hər halda. Mümkün deyil ki, insan əlini qaldırsın, nəsə ala bilməsin. Əlvi Allahın dərgahını ucatdınsa, artıq nəsə almırsan, xəbərin yoxdur. Nədir bilmirəm. Bu birinci tərəfidir amma məsələnin. İkinci tərəfi nədir? İkinci tərəfi budur ki, dua insanı aramlaşdırır. Ruhunda bir aramlıq yaradır. Dua olarsa. Ona görə məsumların duası nə qədər gözəldir. Onların duasına baxanda sanki hiss edirsən ki, nə qədər rahatlaşıblar. Baxın, məsum belə buyurur. Buyurur, ya mən huvə əbər minəl valid-i şəfiq. Ey, mehriban atadan belə mənə yaxın olan Allah. Mənə məhəbbət göstərən Allah. Sən mənə atamdan da yaxınsan. Atamdan da mənə sən yaxınsan. Atam məni dəfn eləyər, çıxar gedər, amma sən məndənsən. Bəli. Davamında buyurur, və əqrəbu iləyyə minə sahibil ləziq. Allahım, yaxın dostumdan belə sən mənə yaxınsan. Nə qədər yaxınsız bilirsə Allah sizə, o dostunuzdan da belə yaxın. Baxın, bu dua nə qədər insanı aramlaşdırır. Nə qədər insanın ruhuna huzur sanki bürüyür ruhuna. Şirindir də. Çünki Allahla danışmaq qiymətlidir. Dəyərlidir. Bəli. Ona görə zikr eləmək. Amma necə zikr eləyək? Bunlara diqqətlə qulaq asın. Qur'an-ı Kərim 3 dənə ayə deyir zikr haqqında. Birinci ayə. Uzkurullah zikran kəsira. Çox zikr eləyin. Kəsir ərəb dilində çox zikirləməyə deyirlər. Çox zikr eləyin. İkinci ayə. Vəzkur Rabbəkə fi nəfsikə təzərruən və xifətən dunəl cəhri minəl qovl. Ahəstə zikr elə. Hasta-hasta. Hasta zikr elə. İndi bəzi vaxtlar istisna olar möhkəm demək. O yerlərlə işim yoxdur. Amma adətən ahəstə. O qədər ahəstə ki, Allah eşitsin. Kənar məsələn, qoy kənar eşitməsin. Sakit. Üçüncü ayə buyur, Ov əşəddu zikrən. Şiddətli zikr elə. Ahəstə şiddət. Bunlar biri cəm olurmu? Bəli, cəm olur. Burada şiddətin mənası budur ki, qəlbinlə zikr elə. Zikr o zaman şiddətli olur ki, qəlbdən çıxır. Allah istəyir qəlbinlə zikirlə. Qəlbinlə zikirləsən nə gözəl. Dillə edilən zikir faydası var, azdır. Demirəm, yoxdur. Amma qəlbdən çıxan zikir aləmi dəyişir. Ona görə baxın, bir qaranlıq otağı da nəzərə alın. İşığı sönüb, işıq yoxdur. Sən çıraq deməklə oranın işığı yanmaz ki. Çıraq, həndir, işıq yanmaz. Amma durub ayağa gedib çırağı yandırsan nə olar? İşıq yanar. Subhanallahı əgər qəlbinlə desən, sanki qalxdın ayağa, çırağı yandırdın. Dilinlə desən, azacıq faydası var. Ona görə qəlblə. Sözlər qəlbdən çıxanı təsirlidir ki, bunu bilirsiniz. Bir vaizə sual verirlər, bir alimə ki, niyə sənin bu qədər xütbün təsirlidir? Çox təsir edir. Qəşəng bir dənə cavab verir. O özündən razılıq bildirmir. Amma izah vermək istəyir, niyə belədir?
Bir dənə ərəb dilində cümlə işlədir. Buyurur: "Leysətin naihatul mustaciratu kəs-səkla." Deyir, Nuh oxuyan görmüsən? Deyir, bəli. Deyir, Nuh oxuyanla o balası ölmüş ana eyni deyil ha. Deyir, nə mənada? Deyir, bir nəfərin evində özünün bir nəfər dünyasını dəyişir bir cavan. Biri Nuh oxuyur. Nəsə bir söz deyir, cümlələr deyir, adamı yandıran cümlələr. Orada bəziləri ağlayır, görsən bəziləri ağlamır. Bəziləri təsir edir, bəziləri təsir etmir. Amma o ana, balası ölən, cavan balası ölən ana bir dənə qalxır, bir kəlmə deyir, ay balam, cavan getdin, məsələn. Onun bir dənə ağzından çıxan bir cümlə orada hamını ağladır. Niyə? Çünki o yaşayıb onu, o çəkib onun, qəlbi dağ çəkib. Çünki qəlbi dağ çəkib, qəlbindən çıxan söz nə edir? O an təsirini göstərir. Sanki demək istəyirdim mən, sanki o xutbəni yazanda, o muizəni fikirləşəndə, onu oxuyanda, onları düşünəndə yaşamışam deyənə təsirini göstərir. Mən bu xutbəni yazanda ona görə dedim, kaş bizə də, özüm kimlərə deyirəm ki, nəsib olaydı belə bir xutbə. Adam bu cür nə danışır? İçi alovlanır və təsir edir. Peyğəmbərdən hədis var ki, Peyğəmbər qiyamətdən danışanda üzü qızarardı. Sanki cəhənnəmdən danışanda surəti dəyişərdi. Görüb danışırıq, fərqi budur. Səkla ərəb dilində balası ölmüş anaya deyərlər. Deyir, hər Nuh oxuyan, məgər o balası ölmüş anadır. Düzdür, bəziləri görürsən, istisna deyə Nuh oxuyan var ki, o qədər təsir edir ki, o da öz yerində. Yaxşı, çox maraqlı yerə gəldik, çatdıq. Bəs neyniyək ki, biz zikr eləyəndə qəlbimizlə zikr eləyək? Yolu nədir? Nə işlər görməliyik? Mən bugünkü çıxışımda 3 dənə şərtin deyəcəm ki, bunları edin. Bunları elə söz, zikri qəlbinizlə etmiş olarsınız. Və çatdıra bilsəm, 2 dənə də maniyəsini deyərəm sizə. Nələr insan əlindən zikr alır? Neynəsəm, qəlbən zikr eləyərəm və aramlaşaram. Rahat. Bəli. Biri budur ki, çox maraqlı. Dua eləyin ki, Allah zikr nəsib eləsin. Maraqlıdır ya. Əlimi qalbim dua eləyirəm. Deyirəm, Allahım, deyir, bəli, bəşər neysin? Mənə zikr eləməyi nəsib elə. Zikr eləyə bilim səni. Gözəl istəkdir bu. İstəklərimiz, dualarımız yalnız maddə həyatımızla olmasın, bağlı olmasın. İstəyək, bununla yanaşı deyə Allah, zikr eləməyi mənə nəsib edərsən yoxsa. Baxın, bunu hardan çıxarış eləmişəm? Şəbaniyyə adlı bir münacat var oradan. De, İlahi, və əlhimni və ləhən biz zikrikə ilə zikrik. İlahi, dua eləyirəm. Mənə nəsib elə. Nə istəyirsən? Zikrinə valih olmağı mənə nəsib elə. Zikrinə valih olmağı. Yəni, zikrinsiz yaşaya bilmərəm. Zikrivə aşiq olum. İlahi, bunu mənə nəsib edərsən? Məsum dua eləyir. Dua ilə zikr istəyin Allahdan. Bir yolu budur. Nə gözəl. Əlinizi qaldırın. Hərdən dünya Rəbbəl aləmin səndən istəyirəm. Bu bir. 2. Əgər Allahın razılığı üçün yaşaya bilsək, həyatımızda toqquşuruq hadisələr. Filan kəs belə baxar, Allah belə baxar. Seçim kimi edəcək? Allahı yoxsa filan kəsi? Əgər Allahı seçim eləsəz, birinci mükafatı budur. Öz zikrin sənə nəsib edəcək. Niyə? Çünki Allahı seçmisən axı. Allahı seçmisən, Allah sənə zikrini hədiyyə edir. Məni zikr elə indi qəşəng. Birdən yoxlayın bunları. Toqquşmalara fikir verin. Görün orada Allahı seçirsiniz, yoxsa kimlərisə. Doğrudan bizə elə Allah qalar. Ona görə Allahla ünsiyyəti quraq. Allahla ünsiyyətimizi düzəldək. Hədis budur. Fəmən əmilə birday. Peyğəmbər bunu, bu hədisi Meyracda alır. Kimdən? Allahdan. Meyrac hədisidir. Buyurur, kim mənim
razılığın üçün çalışarsın. Ulzimuhu səlasa xisalin. 3 dənə neymətimi ona nəsib edərəm. Nədir ya Rəbbəl aləmin? Buyurur, zikrən la yuxalithun nisyan. Elə bir ona zikir verərəm ki, məni unutmaz. Bəzi vaxtlar insan Allah'ı yaşayır, xatırlayır, bəzi vaxtlar unutur. Bəzi vaxtlar xatırlayır və Allah deyir, yox, sən bir dənə əməl elə, mənim razılığım üçün, amma biraz davamlı elə də. Mən səni nəsib eləyəcəm, həmişə məni xatırlayacaqsan. Həmişə də səni xatırlasam nə baş verəcək? Dediyim ayə, aramlaşacaqsan. Nə gözəl. İkinci nədir? Davamında deyir, ha, sən mənim razılığım üçün yaşasın. Şükrən la yuxalituhul cəhl. Sənə elə bir şükr eləməyi nəsib eləyərəm ki, orada cəhalət adlı bir şey yoxdur. Aqilanə şükr eləyərsən. Bəziləri şükr eləyir, amma içinə baxırsan, naşükürlüklə doludur. Şükrü də bir tərləyir. Allahdan narazıdır. Allahdan narazılıq edir. Olmaz ki, bir bəşərə görə Allahdan narazılıq eləsin. Problemi bəşər yaradır, mən Allahdan acığın çıxıram. Niyə belədir? Niyə belədir o? Niyə bəşər belə etdi? Allahdan acıq çıxmayaq ki. Allah mənə ixtiyar verdi. Bəşər də ixtiyardan sui-istifadə elədi. İstifadə elədi, sui-istifadə. Onun acığını Allahdan niyə çıxıram? İkinci verəcəyi budur. Şükrən la yuxalituhu əl-cəhl. Üçüncü budur. Məhəbbətən la yusir əla məhəbbəti hubbul məxluqin. Əgər mənim razılığım üçün yaşasan, sənə elə bir məhəbbət verərəm. Məni sevərsən. Məndən savayı kimsə də var, hamısını qoyarsan kənara. Onları da mənə görə sevərsən, yəni. Onda mənası belə olar da. Heç bir məhəbbət mənim məhəbbətimi üstələyə bilməz. Baxın, ikinci nə oldu? Allahın razılığı üçün yaşamaq. Bu praktik həyatınıza tətbiq edin. Allahın razılığını seçin, Allah zikir nəsib eləsin. Üçüncü nədir? Allahı xatırladan insanlar. Allahı xatırladan insanlar. Allahı xatırladan insanlar səbəb olur ki, onu gördün ki, sən də zikr edirsən. Bilmirsən, niyə zikr edirsən? Onu görən kimi sən zikr edirsən. O özələ zikr eləmə, o dünya sənə baxırsan, zikr edirsən. Niyə? Onun çünki vücudu ondan ibarətdir. Onu gördün, Allah yada düşməlidir. Peyğəmbərimizin Allah Quranda xatırladanda ona bir ləqəb deyir. Ayə baxın, diqqət unzilə ileykum, qad ənzəlallah ileykum zikrən. Sizə mən zikri göndərdim, ha. Kimi? Rasulən, yətlu aleykum ayatillah. Peyğəmbəri. Peyğəmbər zikirdir ya. Deyir, Peyğəmbər zikrin özüdür. Yəni ona baxanda o yada düşür. Mümkün deyil. Bəli, Allahı xatırlayan insanlarla oturduz. Onları görən kimi nə baş verir? Allahı xatırlayırsan. Allah yada düşür. Bu üçüncü. 3 dənə sizə əməl dedim. Zikir, qəlbi zikir istəyirsiniz, qəlblə zikr eləmək istəyirsiniz. 3 dənə söz dedim sizə. Dua, eləyin ki, zikir nəsib olsun. Allahın razılığını seçin. Üçüncü nədir? Allah dostlarını tapın həyatınızda. Amma maniyəsi nədir? Mən neynəsəm zikirdən məhrum olaram. Maraqlıdır. Bir maniyəsi məsxərədir. Qurandan sübutun deyəcəm sizə. Bir maniyəsi məsxərələməkdir. İstehza eləmək, insanlar ələ salmaq. Ələ salıb gülmək. Məsxərədən Allahın acığı gəlir. İstehzanın bədəli çox ağırdır. Nədir? Allah deyir, özümü sənə unutduraram. Özümü səndən alaram. Özümü sənə vermərəm. Bədəli budur. Mənlə sən əlaqən kesildi. Ayə deyim. Buyurur, Fəttəxəztumuhum sıxriyyən. Məsxir elədiniz möminləri, inanclı insanları. Ələ saldınız. Hətta ənsəukum zikri. Bədəl nə oldu? Zikrimdən məhrum oldunuz. Və kuntum minhum təzhəkun. Gülürdünüz onlara. Ələ salırdınız inanclı insanları. Olmaz ki, insan ələ salsın ümumiyyətlə. Acığı gəlir Allahın. Bədəl nə oldu ya Rəbbəl aləmin?
Bədəli bu oldu ki, zikirdən məhrum qaldınız. Adın zarafat qoyub bir nəfər ələ salır. Nəticə, gecə ibadətdən məhrumsan. Nəticə, namaz qılarkən heç nə qılmırsan. Zikirdən məhrumsan. Onu xatırlaya bilmirsən. Bu bir amildir ki, əlimdən nə aldı? Əlimdən mənim zikir aldı. Allah aldı. İkinci amil nədir? İkinci amil insanın dünyaya başı qarışması, firavan yaşayış. Bəzi vaxtlar budur. Hamıya şamil deyil, bəzi vaxtlar budur. Dünya insanın başını qatır. O qədər qatır, Allah yaddan çıxır. O qədər yaddan çıxır, deyir Allah yoxdur. Bir həddə gəlir, Allahla vuruşur. Bir həddə gəlir. Mesela firavan yaşayır. Hər şeyin var, insan Allah unutturur. Allah neyinirəm, hər şeyin var. Sözün hər şey əlindən çıxanda, deyirsən, heç neyim yoxdur. Allah bəzi vaxtlar insanı elə vəziyyətə qoyur ki, hər şeyin ola heç neyin yoxdur. Pulun var amma xərcləyəmirsən. Heç şey deyəmirsən. İmkanın var amma istirahət edəmirsən. İnsan bəzi vaxtlar unutturur bu dünya insanı. Ona görə o anda nə etmək lazımdır? Nə qədər imkanatın çoxalır, Allah'a əlva qaldırmaz Allah. Qoyma ki, bu pul var, dövlət, imkan, vəzifə məni səni unuttursun ya Rəbbəl aləmin. Mən səni unutmayayım ya Rəbbəl aləmin. Ayəsi budur, baxın. La tulhikum envalukum və evladukum ən zikrillah. Başınızı qatmasın mal, pul, övlad ki, Allah'a zikirləməkdən məhrum olasınız. Övlad görsən adamı yaddan çıxardır. Pul görsən adamı yadından çıxardır. Kimi? Allah'ı. İnsan Allah'ı unutur. Görsən ayılıram. Xoş o insan ayılır. Başa düşür ki, yox, mən qafil yaşamışam. İndi ayılmaq zamanıdır. İndi yatmaq zamanı deyil. İndi Allah Allah demək zamanıdır. Allah'a gəlib cavab verəcəm, öləcəm, hər an nəsə ola bilər. İnsan bundan ayılmalıdır. Və bundan ayrılıb onunla ünsiyyət quranda aramlaşmağa başlayırsan. Ki, həmişə də bu sözü deyirəm, boynuma düşən vəzifələr icra eləməklə şərtinə. O bildikdə nə tələb olunur ki, xeyrivədir, onları icra eləməklə. İlahi, Allahla da ünsiyyəti qurmaqla nə baş verir? Hər şey qaydasına düşür. Baxın, iki dənə də maniyyət etdim. İki dənə də maniyyət etdim. Zikri unutduran. Bir nə oldu? Onu bunu ələ salmaq. Ayəsini dedim. Ələ salıb gülmək. İki nə oldu? İki də bu oldu ki, dünya, firavan yaşayış, bəzi vaxtlar hamıya şamil deyil. Kimi unutturur? Allah unutturur. Firavan yaşayış olduğu təqdirdə biz onu unutmayaq. Onu yaddan çıxartmayaq. Süleyman Peyğəmbərin qəşəng bir cümləsi var. Bilirsiniz, Süleyman Peyğəmbər bir dönəm oldu ki, çox imkanlı, maddiyyat, hər şey qaydasındaydı. Amma maddiyyat onu idarə eləmirdi. O onu idarə edirdi. Ona sual verdilər, cavab qəşəng verdi. Dedi, mən iki yaşayışın ikisini də yaşadım. Yəni, imkanlı dönəmi də gördüm, bu tərəfini də gördüm. Amma o içərisində bir şey deyə bilərəm sizə ki, sadəlik çox gözəl bir şeydir. İnsan gəlir o sadəliyin itirməyə. Sadəlöf olmaya ya. Amma o, bəzi vaxtlar görsən, insanda imkanat üst tutandan sonra süni insanlarla bir səddər yaradır. O mənada bəyənilən bir şeydir. Əziz Peyğəmbərimiz elə deyil. Peyğəmbər birini yolda gördü. O görən kimi Peyğəmbəri qucaqladı. Peyğəmbər titrədi. Peyğəmbər gözü titrəyir Peyğəmbəri görəsə. Dedi, nə olub sənə? Ləstu bi məlik. Mən şah deyil amma mən Peyğəmbərəm. Qucaqladı onu. Niyə itirsən özü belə? Baxın, Peyğəmbər necə o bu mənada ona sadəliyin itirmir. Bəli, Allahı xatırlayaq, Allahı unutmayaq, Allahla olaq ki, aramlaşaq və belə bir mühitdə, belə bir anlarda onu ilə ünsiyyət qurmaq çox mühümdir və əqimis səlatə li zikri,
ən gözəl zikirlərdən də bir nədir? Namazdır. Namaz insana Allah xatırladar. Velhamdülillah Rabbil alemin. Allahümme inna nes'aluke ve ned'uke. İlahi sən and verirəm izzətü və cəlalı və rəhmətü və mərhəmətü və ilk duam budur. Ya Rabbil alemin, İmam-ı zamanımızın zuhurun təcil elə. Allahım, günahlarımızdan əffə qələm çək. Qəlbimizdə olan duaları qəbul elə. Bəlalardan, xəstəliklərdən, çətinliklərdən, sarsıntılardan bizləri uzaq elə. İlahi və Rəbb, onlar ki, bizlərə deyiblər, bizi dua elə. O qardaş bacılarımın dualarını qəbul elə. Xəstələrimizə tezliylə şifayı acil inayət elə. Vətənin keşiyində olan əskər, zabitlərimizi hifz elə. Velhamdülillah Rabbil alemin. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vessalamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء وعلى الحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Ramazan ayının astanasındayıq. Şaban ayının 15 gününü artıq arxada qoymuşuq və mübarək Ramazan ayına hazırlaşırıq. Bu 15 gün, 15 gündən də az bir müddət hazırlıq üçündür. Ramazan ayına hazırlaşmaq üçündür. Ramazan ayına hazırlaşmaq nə deməkdir? Necə hazırlaşmaq olar Ramazan ayına? Mən bir yol təklif eləyə bilərəm ki, məşhur xutbəsi var da Peyğəmbərimizin, Şəbaniyə xutbəsidir, mübarək Şaban ayının axırıncı cüməsində Peyğəmbər o xutbəni oxuyub. Mən indi o xutbədən danışmayacağam. Keçən illərdə də danışmışam. Onun adı Şəbaniyə olmasına baxmayaraq xutbə başdan ayağa Ramazan ayı haqqındadır. Ramazan ayında olan fəzilətli əməllərdən danışıb Peyğəmbər və biz də onu təfsir eləmişik, izah eləmişik keçən illərdə. O xutbənin sonunda bilirsiniz ki, əleyhissalam sual verir Peyğəmbərə ki, ma əfzəlul ə'mal fi hazə şəhr. Bu ayın ən fəzilətli əməli hansıdır? Ən üstün əməli hansıdır? Peyğəmbər buyurur ki, əl-vəra an məharimillah. Allahın haramlarından çəkinmək ən üstün əməldir. Mən niyə bunu indidən başlayıram sizə deməyə, sizə və özümə deməyə başlayıram? Ona görə ki, arzu eləyirəm ki, Ramazan ayına artıq bağışlanmış halda daxil olaq. Ramazan ayında bağışlanacaq heç. Ramazan ayına bağışlanmış halda daxil olaq. İndiki halımız mübarək Ramazan ayında olan vəziyyətimizə təsir göstərir. Biz indidən qərar verək ki, vəssalam, yavaş-yavaş özümü yığışdırıram. Onsuz da günah eləməməliyəm, amma diqqətli olacam ki, günahdan uzaq olum. Bugünkü ikinci xütbəmiz mən moizə eləmək əhli deyiləm, amma hərdən bir imamların, əhl-i beytin, Peyğəmbərin dili ilə, Quran dili ilə nəsihət xarakterli olsun.
Nəyinsə bir yolunu göstərmək yox, elə sadəcə yada salmaq üçün bunları danışıram. Günahdan qurtulaq, uzaqlaşaq. Günahdan qurtulduqca insan olduğunu hiss eləməyə başlayır. İnsan başa düşür ki, insandır. Başqa bir varlıqdır, başqa bir canlıdır. Günahdan nicat tapmaqla, qurtulmaqla. Başımıza gələn bütün pisliklərin səbəbi günahdır. Bütün pisliklərin, dünyada, ahirətdə. Saatlarla danışmaq olar ki, günah hansı ziyanlar insana verir? Günahdan, xeyirdən başqa bir şey, ziyandan başqa bir şey yoxdur. Heç bir xeyri ola bilməz insana. Amma ən qorxulusu, günahın ən mənfi təsiri insanda, mən düşünürəm ki, budur. Bu ayədədir. Şimdi o ayəni deyəcəm. Bəzən insan ya o qədər çox günah eləyir, yaxud da elə günahlar eləyir ki, hədislərdə var ki, Allah deyir, mənimki səndən bitdi, nəzərini çəkir. Yəni, Allah rəhməti çox genişdir. Amma bəzən elə günahlar var ki, onları eləməmək bizim üçün asandır, ya nə bilim nədir, bəzi meyyərlər var. Deyir, bəzən bir günah eləyərsən, vəssalam, Allah üst çevirər, day sənə baxmaz. Bəzən də çox günah eləyərsən, bir vəziyyətə düşərsən, mənim əqidəmcə, məndən soruşsalar, günahın ən mənfi, ən çox böyük ziyanı, bax, bu ayədədir. Bu ayəni sizin üçün oxuyuram. Sümmə kana aqibətəl-ləzinə əsa'us-su ən kəzzəbu bi ayatillah. Buyurur ki, günah eləyənlərin aqibəti axırda belə oldu ki, Allahın ayələrini dandılar. Yəni, günah bir yerə gətirir, çatdırır ki, dünən inandığı bugün inkar eləyirsən. Dünən inandığı bugün inkar eləyirsən. Həyat təcrübəmdə belə adamlar görmüşəm. Dünən dəlillə, sübutla müdafiə elədiyim məsələləri bugün dəlillə, sübutla inkar eləyir. Fikir niyə dəyişdi? Bu yetkinləşdi, müdrikləşdi, ağıllılaşdı. Xeyr, valla. Ağıl mənəviyyatla əlaqəlidir. Günah görsən, düşüncəvi dəyişir, inkara başlayırsan. Quran bunu bəyan eləyir. Bunu keçmişdə sizə mən demişəm, küfri, kafirliyi, Allahı inkar eləməyi Quran mənəvi xəstəliyi adlandırır. Mənəvi xəstəliyi. Düşüncə mənəviyyatdan qırıq deyil, mənəviyyatla əlaqəlidir. Düşüncə bilavasitə mənəviyyatdan asılıdır. Düşüncə oxuna istiqamət verən mənəviyyatdır. Və günah dalıcan elədikdə, Allah eləməsin, özünüzdə də görə bilərsiniz. Bir də görürsən ki, insan özünə biraz az nəzarət eləyəndə görürsən ki, əsassız şübhələr gəlir insanın qəlbinə. Bu, təcrübədən keçmiş bir şeylərdir. İnancı zəifləyir, heç nə. İnanırsan, dəlil sübutlar öz yerində. Qəşəng məntiqi sübutların var əqidəvə. Amma bir də görürsən, süsləşir. Əqidən süsləşir. Niyə? Günahlar, bax, belə bir təsir göstərir insana. Günahın ən böyük zərbəsi budur. Xanım Zeynəb bu ayəni oxuyurdu İmam Hüseynin qatillərinə. Günah sizi bu günə qoydu. Bu bir günün nəticəsi deyil. Mən bu ayəni sizin üçün oxumaq istəyirəm Şəban ayının axır günlərində. Allahın gileygüzarıdır bu ayə. Hər dəfə də oxuyanda, bəzən olub ki, gözümdən yaş da çıxıb bu ayəni oxuyanda. Çox təsir eləyir mənə. Allah Quranda buyurur ki, Ələm yə'ni lilləzinə əmənu ən təhşə qulubəhum li zikrillah. Zaman gəlib çatmadı mı ki, möminlərin qəlbi Allah'a yad eləməklə titrəsin? Yəni, bəs deyilmi? Bizə müraciət eləyir. Bəs deyil. Nə görmüsünüz ki? Günah elədiniz, nə qazandınız? Baxın da keçmişin təcrübəsinə baxın. Bəs deyil, bəsiniz deyil. Bu ayəni bir adam bir sarda eşitdi. Hasarın üstünə çıxmışdı, geçsin oğurluq eləsin. Hasarın üstündə idi ki, atlansın həyətə oğurluq eləməyə. Evdə biri Quran oxuyurdu, bu ayəni oxuyurdu. Ələm yə'ni lilləzinə amənu ən təxşə qulubəhum. Vaxtı çatmadı mı iman gətirənlərin qəlbi riqqətə gəlsin? Deyir, elə hasarın üstündə dayandı, dedi, çatdı vaxtı. Çatdı. Çatdı, dedi, düşdü asardan bu tərəfə və arif oldu. Dünənin oğrusu, dünənin qulduru bir anın içində arif oldu. Başa düşdü ki, bəli, vaxtı çatdı.
Vaxtı haçan çatacaq, nə zaman çatacaq ki, günahla bir dəfəmli vidalaşaq. Yəni, adam 70 il günahla mübarizə aparar. Bir mərhələdir həyatda, gəlib keçməlidir, qurtulmalıdır insan. Bir mərhələyə çatmalıdır ki, günahla mübarizə səhifəsi qapansın. Başqa şeylər var qarşıda, başqa yollar var. Əllamə Təbətəbainin son nəsihəti bu idi. Dedilər, axırıncı nəsihəti, məsləhəti bu idi. Dedilər, nə məsləhət bilirsən? Dedi, 3 dəfə müraqibə. Müraqibə yəni diqqət. Diqqət. Sadəcə diqqətli olun. Bəzi insanlar var aramızda ki, diqqətli yaşayırlar, xoş onların halına. Günlər keçir, mələk günah tapmır yazmağa. Günlər keçir, hər gün keçir, günahsız ötürürlər günləri. Çünki diqqətlidirlər, özlərinə diqqətlidirlər. Toz torpaq olan yerə bir adam görsən, gedir təmiz paltarla, axşam qoydanda baxır, nə gün nə düşünmüşəm, nə vəziyyətdəyəm, bütün paltarım toz torpaq içindədir. İnanın, diqqət eləməsən, ruh da belədir. Ruh təsir alır, gərək diqqətli olasan. Hər dəqiqə diqqətli olasan, təsir alır, ətrafdakılardan, mühitdən təsirlənir, özündən asıl deyil. Huviyyəti dəyişir insanın, huviyyət yəni kimliyi dəyişir günah nəticəsində. Biri görsən belə deyib, əşi nə dinəyə boş-boş sözlərdir. Ay qardaş, dünən özün inanırdın, təbliğ edirdin. Əşi boş sözlərdir hamısı. Uydurub da kimlərsə filan şey üçün dini uydurub, özündən çıxardı. Görsən, dostu dəyişib, oturduğu çevrə dəyişib, möhürlənib də qəlb möhürlənib. Burada oturanlardan kim sığortalanıb? Allah'ın da olsun, heç kim. Heç kim sığortalanmayıb. Çünki onlar da dünən burada oturub dinləyirdilər. Bugün görürsən ki, tamam başqa sözlər danışırlar. O ləkələr ki, ruha düşür, əvvəla çalışasan düşməyə, düşəndə də olur da insan, mən demirəm birdən bir adam məsum olsun, o ləkələri insan ruhundan təmizləsin, ləkə düşən kimi təmizləsin, istiğfar eləsin, yoxsa artır, törüyür. Virus necədir görürsən, bir yerə girir, artır. O onkoloji xəstəliklər, xərçəng haqqında deyirlər ki, metastaz verib məsələn, elmi ifadəsi bilməm necədir, yəni yayılıb artıq, doğub törüyüb, əlacsızdır. Vaxtında gəlsəydi, bilirsiniz, müasir tibb deyir ki, xərçəng lab ilkin mərhələsində qarşısı alına bilir. Amma buraxırsan başını, yayıldısa və salamı öldürür. Günah da belədir, ilkin mərhələdə diqqətlə əlac eləmək olur, qabağını almaq olur. Bir də görsən, yayıldı, törədi, heç nə ruhu viran elədi. Ona görə o, hər gün check-up dilləri özü yoxlamaq, hər gün ruhun check-up'ı olmalıdır insan. Hər gün ona görə deyiblər, hər gün. Çünki bir gün diqqətdən, kənardan nəsə qaldısa, o dincləyənmıraq artmağa başlayır. Günlər keçir, sən fikir vermirsən, birdən elə yerdə özünü göstərir ki, özün özünə məttəl qalırsan ki, mən belə vəhşiyəmmiş, mən bu qədər vəhşi bilməzdim özümü. Çünki əvvəldən diqqət eləmədin, əvvəldən özünlə məşğul olmadın. Allah görəndə ki, sən özünlə məşğulsan, o da səninlə məşğul olur. Ya bir tənbih eləyir səni, bir hadisə çıxardır qabağa, özvə gələsən, ya tez tövbə qismət eləyir, ya belə bir qayda deyim sizə, günahdan sonra bir dənə yaxşı iş çıxsa qabağınıza, savab işə qol qoysaz, bilin ki, Allah nəzər eləyib. Deyirlər ki, Quranda ayə var da, innəl həsənat yüzhibnəs səyyiat, yaxşılıqlar pisləri aradan aparır. Bir adam günah eləyibsə, dərhal bir savab çıxardır Allah qabağına, deməli çox istəyir ki, tez yuyulsun o günah. İnsan Allahın xəlifəsidir. İnsanın qəlbi çox əzəmətlidir və insana yaraşmır ki, bu qəlbi nadürüst xislətlərlə doldursun. Allahın ərşi olan qəlb günahla nə günə düşür? Xəstələnir, əlacsız xəstəliyə düşər olur. Yevmə la yenfə'u malun və la bənun illa mən ətəllah bi qəlbin səlim. Pak qəlblə gedə bilək Allahın huzuruna. Nə mal fayda verəcək, nə övlad. 5 oğlun olsun, varın sərvətin olsun, Quran deyir heç nə, pak apar qəlbimi. Günahdan pak olmuş qəlblə. Ləmmə yədxulul iman fi qulubikum. Ərəblərə deyir ki, deməyin biz möminik, deyin müsəlmanıq, iman qəlbimizə daxil olmayıb. Allah pak qəlbin müştərisidir, pak qəlbi baha qiymətə alır.
Allah qapısına pak qəlblə gedək, istiğfarla gedək. Bəzən görsən qapını döyürük, qapı açılmır üzümüzə, qaytarır bizi. Niyə? Qəlbimiz pak deyil, deyir istiğfar elə gəl. Hazır deyil, yenə də mənim qapımdan əl çəkmə. Qapının bağlanması da bir rəhmətdir. Şeyx Rəcəbəli Xəyyat deyir ki, bir gecə ibadət elədim, gördüm qapını üzümə açmırlar. Həmişəki hal deyil. Bağlıdır qapı üzümə. Üstündən keçmədim deyə oturdum, fikirləşdim, nə eləmişəm, fikirləşdim, gördüm, bir süfrədə oturmuşdum, ən yağlı tikəyə əlimi uzatdım, götürdüm ki, hamıdan layiq buna mənəm. O boyda arif, görsən harada büdürəyir. Heç yiyən də deyildi, deyir, orada bir gözüm tutdu bir şey, dedim, məndən layiqlisi kimdir burada? Bir saniyə üstündən keçdim, gecə qapını bağladı üzümə. Qapını bağladı ki, bağlamağı da rəhmətdir. Bu da agah adamdır, gedir, axtarır, tapır. Bir dənə hadisə deyim, keçmişdə danışmışam, sözümü tamamlayayım, Ramazan ayı ərəfəsində bir təbərrük olsun bizim üçün. Əli ibn Yəqtin xəlifənin vəziri idi. Həm də İmam Musa Kazım əleyhissalamın səhabəsi idi. Özü hökumət işində işləyirdi. Əhl-i Beytin də səhabəsi idi. Çox xas, xüsusi səhabələrdən idi. Gəlir bir gün İmam Musa Kazımın qapısını döyür, xidmətçi açır, deyir, mən gəlmişəm Əli ibn Yəqtin. İmam qəbul eləmir onu. Deyir, gedim deyim, gəlir, deyir ki, qəbul eləmir. Nə qədər gözləyir, özü də mərifət sahibidir də bizim kimi deyil ki, küsüb gedər o saat ki, mən niyə qapıda qoyur ki? İmamın əxlaqına bu yaraşmaz. Bu arif adamdır, bilir ki, Allahümməğfir liyə zunubəlləti təhbisud dua. O günahlarımı bağışla ki, dualarımı həbs eləyib. Duam çatmırsa, məndə nəsə nöqsan var. Nə ilənsə həbs eləmişəm. Bu da deyir, günah məndədir, nöqsan məndədir ki, bəzən görsən bir arif adamla soyuq davranar, o saat onu qınamayaq ki, mənə diqqətsizlik elədi. Yəqin ki, sənə görə elədi. Sənə görə diqqət eləmədi. Bu da belə, bu bilir ki, Allahın höccətidir. Elə-belə bir iş görməz. Gözlədi o qədər oturdu, gözlədi ağa evdən bayıra çıxanda, gəldi, dedi ki, ağa neynəmişəm mən, eybim nədir, günahım nədir, ay sənə mən qurban olum, düşdü ayaqlarına İmam Musa Kazım əleyhissalamın, həmişə qapının üzümə açmısan, həmişə məni qəbul eləmişsən, xoş görüşmüsən, indi nə oldu, nə qələt eləmişəm, nə səhv eləmişəm? Ağa cavab verdi ki, İbrahim Cəmmal gəlmişdi qapıva. Cəmmal dəvəyə baxan adama deyərlər. İbrahim Cəmmal gəldi, qapını döydü, vəzirsən, vəzifə sahibisən, onu saxlatdırdın qapıda, qəbul eləmədin. Qəbul eləmədin, sən bizi sevənlərə qapı bağlayırsan, mən də qapımı sənin üzvə bağlayıram. Onun hacəti var idi, sən elə bu vəzifədə ona görə oturmuşsan ki, xidmət eləyəsən, fayda verəsən. O da heç bilmirəm, mən nəyə görə, bəlkə işi olub, bəlkə diqqətsizlik eləyib, deyib ki, sonra qəbul eləyərəm. Dedi ki, bizi sevənlərin üzünə qapı bağlasan, bizim də qapı sənin üzvə bağlıdır. Dedi, ağa, bəs mən neyniyim? Dedi, heç nə. O razı olmasa, mən də razı deyiləm. Dedi, ağa, o Kufədə, biz bu şəhərdə, Mədinədə necə eləyək? Dedi, get özün bax. Getdi, nə qədər müddət sonra, bir başqa rəvayətdə var ki, imam onu teyyülərz vasitəsi ilə göndərdi. Hər bir halda gəldi, gecə vaxtı vəzir bir dəvə saxlayanın qapısını döyür. Gecə vaxtı kimdir, çıxdı qapıya, kimdir məni istəyən? Dedi ki, Əli ibn Yəqtindir. İnanmadı, dedi, vəzir mənim qapıma gəlib. Dedi, aç vallah Əli ibn Yəqtindir. Açdı, gördü, vəzir dayanıb. Dedi, dünən sən mənə möhtac idin, bugün mən sənə möhtacam. Dünən sənin ehtiyacın var idi, mən təmin eləmədim. İndi xahiş edirəm, sən mənim ehtiyacımı təmin elə. Ağam məndən üst çevirib, səndən asılıdır. Məni bağışla, razı olmasan o da razı olmayacaq. Dedi, razı oldum, ayıbdır, belə danışmayın, mən bağışladım, halal xoşuruz, razı oldum. Dedi, yox, belə yox. Bəs necə, mən necə istəyirəm elə. Dedi, necə, dedi, üzümü əyilib uzanacam, qoyacam torpağa. Sən də o toza batmış ayaqları gətir, qoy mənim üzümə. O halda denən səni bağışladım. Dedi, ağa, belə olmaz, vallah utanıram, ayıbdır. Dedi, yox, belə eləyəcəksən.
Deyir, uzandı yerə, üzün qoydu torpağa. O ayağın qoydu onun üzünə. O halda dedi ki, ya Muhsin, qəd ətəkəl musi. Ey ehsan eləyən, günahkar bəndən qapıva gəlib. Rabbena zələmna ənfusana. Dua elədi, ağladı. Ondan sonra yola düşdü birbaşa imamın yanına. İndi deyir, qapısına gəlib yaxınlaşanda, elə bunun ayaq səsi eşitlərində imam qapını açdı, qollarını açdı, bastı onu bağrına, qucaqladı ki, xoş gəlmirsən Əli ibn Yəqdin. Belə gəl bizim qapımıza. Bax, Allah qapısına mübarək Ramazan ayında gedəcək, belə gedək. İndidən təmizlənək, günahdan uzaq olaq. Çünki qarşıda gözəl bir ay ziyafətullah bizi gözləyir. Allah ziyafəti bizi gözləyir. Çox xoş günlərimiz olacaq inşallah. Allah qismət eləsə bizə. İndidən özümüzü o böyük ziyafətə, o ali səfərə hazırlayaq. Allah bizi həm bu ayın qalan günlərinin, həm də mübarək Ramazan ayının feyzindən binəsib eləməsin inşallah. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرام وبالحسين يا الله 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 İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. O günahlar ki, onlara görə bizə cəza verəcəydin, bəla verəcəydin, o günahlarımızı bağışla. Dünya və axirətimizi abad elə. Məclisdə iştirak edənlərin qəlblərində olan hacətlərini, dərdlərini, hamısını bugün İmam Zaman hörmətinə rəva elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şəfa mərhəmət elə. Bizdən dua istəyənlər, iltiması dua deyənlərin hacətlərini rəva elə. Ölənlərimizi qəriqi rəhmət elə. Qarşıdan gələn mübarək Ramazan ayının hər saatının feyzindən bizi binəsib eləmə. Bizi bu ayın, mübarək Ramazan ayının bağışlananlarından qərar ver. Günahkar gözlərimizi qiyamətin günündə ağlatma. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə kömək elə. Torpaqların uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Torpaqlarımızın keşiyində dayanan əskərlərimizi, zabitlərimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. İmam Zaman ağanın mübarək olan qəlbimizdən razı elə. Ağamızın zuhurunu. Ən kamil mərtəbəyə gəlib yüksələcək, inkişaf eləyəcək, tərəqqi eləyəcək ağıllar. Bugünkü düşüncənin sahibi olmayacaq artıq imam gələndə insanlar. İnsanların düşüncə mərtəbəsi, düşüncə həddi yuxarı qalxacaq. İnsanlar yüksək səviyyədə düşünə biləcəklər. Əxlaqlar kamil olacaq, kamilləşəcək əxlaqlar. İmam gələndə onda dünya başa düşəcək insan kim imiş. Onda dünya başa düşəcək insanda hansı xəzinələr yatırmış, insanda nələr var imiş. İnsan onda başa düşəcəklər ki, əyləncə üçün yaranmayıbmış. Göndər bunu əyləncənin dalıca oynasın, desin, gülsün. Dünyası bundan ibarət olsun. Dünya onda başa düşəcək ki, yox, insanı səhv yerə istiqamət vermişik. İnsan bu dövr imiş. İnsan bura gəlməyib oynamaq üçün, deyib gülmək üçün, vaxtın boş-boş əyləncələrə sərf eləmək üçün. İnsanın əlindən o qədər dəyərli xəzinələrin alıblar. Yerinə veriblər əyləncəni. Get əylən. Ağıl kamilləşməyəndə, əxlaq kamilləşməyəndə insan hara gedəcək? Təbii əyləncə dalıca gedəcək insan. O insanı nə ilə qane eləyə bilərsən? Əyləncə ilə. Əyləndir o insanı. Çünki onun onsuz da əxlaqı kamilləşməyib, əxlaqı bundan o tərəfə bir şey başa düşməyib. Ağlı kamilləşsəydi, başa düşərdi, yox, mən bura bunun üçün gəlməmişəm. Mənim içimdə bu xəzinələr yatmayıb ki, sən bunu mənə təqdim edirsən. İmam gələndə insanların həm ağlı, həm mənəviyyatı o qədər yüksələcək ki, artıq insanlar özləri onu başa düşməyə başlayacaqlar. Həm ağıl kamilləşəcək, həm əxlaq kamilləşəcək. Artıq xəyalları ilə yaşamayacaq insanlar. Artıq həqiqətlə yaşamağa başlayacaqlar. Özünü çatmayacaq xəyallarla, düşüncələrlə inandırmayacaq. İnsan adətən belə daxı, özünü heç vaxt çatmayacağı bir düşüncələrlə inandırıb. Ömrün buna xərcləyir. Heç vaxt ona çatmayacaq, onu əldə eləyə bilməyəcək heç vaxt. Özünə o xəyalları qurub və o xəyalların ətrafında yaşayır. İmam zuhur eləyəndə insanlar xəyallarını qoyacaqlar kənara, həqiqəti dərk eləyəcəklər.
insanın düşüncəsini, insanın qəlbini hansı xəyallar məşğul eləsə, insan bu aləmdə onu görəcək. Ondan o tərəfə bir şey görməyəcək. Niyə biz İmam Zaman ağanı görə bilmirik? Çünki bizim xəyallarımızı başqa şeylər məşğul eləyib. İnsanın xəyalını nə məşğul eləsə, insan bu aləmə baxanda ancaq onu görəcək, başqa heç nə görməyəcək. Çünki insan nəyi görmək istəyirsə, onu görür. Görmək istəmədiyi şeyi ona göstərsən də, o görməyəcək. İnsan bu cürdür. Öz xəyalından qırağa çıxa bilmir insan. Ona görə nüdbə duasında deyir, İlahi, bizlə onun arasında bir bağlılıq yarat. Bizlə imamımızın arasında bir bağlılıq yarat. Bizi nəysə bir yerə bağlasın, bizi nəysə bir yerə qovuştursun. Yəni, elə mənim zehnim də ona məşğul olsun, mənim qəlbim də ona məşğul olsun. Bütün vücudumla öz imamıma məşğul olum. Əbu Bəsir, İmam Baqir əleyhissalamın səhabələrindən olub, məşhur adamdır. Əbu Bəsir deyir, İmam Baqirlə daxil olduq məscidə. İmam mənə dedi, mən bir kənarda dayanmışam, ibadətlə məşğul olacam. Bu məscidə girənlərdən bir soruş gör, məscidə girənlərdən kim məni görüb? Ki, məsciddə İmam Baqir var. Girənlərdən soruş gör, məni görürlər. Elə bilirsiniz, imamı görmək asan məsələdir. İmam istəməsə, biz imamı heç vaxt görə bilmərik. Deyirsən, necə ola bilər bu? Ola bilər, görərik bu gözlə, amma bilmərik bu imamdır. İmamı dərk eləməyəndən sonra bilməyəcəksən ki, bu imamdır. Baxacaqsan, amma görə bilməyəcəksən. İmamı görə bilmək üçün baxmaqdan söhbət getmir. Görə bilmək üçün gərək imam istəsin onu, ki, sən onu görə biləsən. Allah Quranda ayə var, Peyğəmbərə buyurur, minhum mən yanzuru iləyk. Peyğəmbər, bunların bəziləri sənə baxırlar, amma səni görmürlər. Sənə baxırlar, amma səni görmürlər. Əmmə la yubsirun. Onların gözləri səni görmür. İmam Baqir Əbu Bəsirə deyir, bax gör, hələ məni neçəsi görəcək. Gör, hələ məscidə girənlərin neçəsi görür, məsciddə imam var. Əbu Bəsir deyir, dayandım məscidin qapısının ağzında, girənlərdən bir soruşdum. Hər kəs məscidə girirdi. Soruşurdum, İmam Baqiri görmüsən? Dedi, yox, İmam Baqir məsciddədir. Yox, görməmişim. Kimdən deyir, soruşdum, dedilər, heç ki, hamı dedi, görməmişim. Gəldim imamın yanına. İmam dedi, orada bir kişi oturub, iki gözü də kördür, görmür. Ged, yaxınlaş ona, soruş, sən necə, İmam Baqiri görmüsən? Dedim, ağa, bunun iki gözü də kördür. İmam dedi, sən hələ bir get soruş da ondan. Gör, o İmam Baqiri görüb. Deyir, gəldim, yaxınlaşdım ona. Dedim, İmam Baqiri görmüsən? Dedi, əleysə huvə biqaimun fil məscid. Bu məsciddə əyləşən, dayanan imamdır bəyəm. Dedim, sən hardan bilirsən İmam Baqir məsciddədir? Sən hardan gördün? Sənki gözlərin görmür. Necə başa düşdün? Kimsə sənə dedi ki, İmam Baqir buradadır. Dedi, yox, o bir nurdur. Mənim qəlbim o nuru görür. Göz lazımdır ki, imamı görmək üçün. Qəlb lazımdır, nuraniyyət lazımdır, paklıq lazımdır, təmizlik lazımdır. O olmayandan sonra bu gözünün qabağından 100 dəfə də keçsə, başa düşməyəcəksən bu kimdir. O qəlbin paklığı lazımdır ki, imamını görəsən ki, onun nuraniyyəti düşür sənin qəlbinə, onda başa düşürsən bu imamdır. Yoxsa imam gələ dayana insanın qabağında, deyə mən imamam, insan yenə başa düşməyəcək.
İmam Hüseyn ağa Kərbəlada dili ilə cəmaata deyirdi ki, mən imamam, mən Zəhra balasıyam, mən Əlinin balasıyam, mən Peyğəmbərin qucağında böyümüşəm, dili ilə deyir insanlara. Biri var deyəsən ki, bizə deyib göstərən olmadı, göstərsəydi bilərdik bu imamdır. Kərbəlada İmam Hüseyn özünü göstərir ki, bax mən buyam, burada dayanmışam, biləsiz mən kiməm, yenə başa düşdülər. Niyə başa düşmür? Çünki qəlb gözü lazımdır, qəlbin paklığı lazımdır. Qəlb çirklənəndən sonra sənə nə qədər deyirlər desinlər, başa düşmür, qəlb onu başa düşməyəcək. Niyə deyir ilahi mənlə imamımın arasında bağlılıq yarat? Yəni qəlbimi elə pakla ki, bu qəlb o imama qovuşa bilsin. Qəlb gözüm, onun nuraniyyəti bura düşsün. Bu nuraniyyətlə görəcəm. Adam qəlbini öldürməsə imamını görər. İnsan öz qəlbinə zülm eləməsə imamını görər. Qəlb xarab günə qalır, insan imamından uzaqlaşır. Və ilə məta və əyyə xitabin asifu fikə və əyyə nəcva. Deyir ilahi, imamımı necə çağırım? Səni necə çağırım ki, mənə cavab verəsən? Necə nalə eləyim ki, mənim naləmə cavab verəsən? Səni necə dəvət eləyim ki, mənim dəvətimi qəbul edib gələsən mənə tərəf? Bunun yolunu tapmaq lazımdır. Bunun üçün qəlb gözü lazımdır. Peyğəmbərin yanında biri əyləşmişdi. İmkanlı biri idi, çox imkanlı. Bir dənə də kör bir kişi. Gəldi əyləşdi onların yanında. Bu imkanlı biraz üzünü turşutdu, belə xoşuna gəlmədi. İndi kör, kasıb, gəldi oturdu bu pullunun yanında. Bunun biraz şəninə uyğun gəlmədi nədənsə. Bu biraz üzünü turşutdu, belə narahat oldu, əbasını çəkdi qırağa. O ki, kördür, görmür, Peyğəmbər görür axı. Peyğəmbər dedi, sən nə inirsən belə? Bu nə hərəkətdə sən inirsən? Bu imkanını başa düşdü ki, düz eləməyib. Bu yaxşı iş idi ki, bu gördü. Dedi, ya Rəsulallah, şeytan məni aldatdı. Mən səhv elədim. Etiraf edirdim. Mən düz eləmədim. Dedi, ya Rəsulallah, mən razıyam, bütün varımın, dövlətinin yarısını bu kör kişiyə buna verim. Bu razı olsun məndən, məni bağışlasın bu hərəkətimə görə. Peyğəmbər dedi, razısan, bu bütün var dövlətinin yarısını verir sənə. İmkanının yarısını verir sənə. Razısan bunu bağışlamağa. Dedi, neynirəm o mal dövləti, ya Rəsulallah? Mənim zahir gözüm kör olub, istəyirsən batin gözümdə kör olsun. Görmürsən bunun var dövləti bunu nətər kör eləyib? Bu gözü görür, amma qəlb gözü gör necə kör olub. İndi istəyirsən mən bunun var dövlətindən götürüb, məndə də bu vəziyyət yaransın. İstəmirəm, onun var dövləti də mənə lazımdır. Neynirəm onun var dövlətini? Mən də onun vəziyyətinə qalaram. Qorxuram mənim batin gözüm kör olsun. Bunun zahir gözü görür, amma batin gözü kördür. Mənim bu gözüm görməsə də, batin gözüm görür həqiqətləri. İstəmirəm. İmam Rıza'nın yanında əyləşmişdilər. İmam danışırdı, söhbət edirdi. Birdən söhbəti ilə gəldi, çıxdı bir yerə. Dedi, biz dünyanın harasında olur olsun, öz dostlarımızı tanıyırıq. Ola bilər biri heç İmam Rıza'nı görməyib. Amma imam deyir, dünyanın harasında olur olsun, biz öz dostlarımızı tanıyırıq. Kimin qəlbində o məhəbbət varsa, biz bilirik, bizim xəbərimiz var, kimin qəlbində o məhəbbət var. Qəlbə baxırlar, dilə baxmırlar. Qəlbin o məhəbbəti gəzdirirsə, imamın xəbəri var səndən, narahat olma. İmam səni tanıyır, bilirsən kimsən. İmam Zaman ağanın ziyarətnaməsində oxuyursan, Əssalamu aleyk, ya eynəllah, salam olsun sənə, ay Allahın gözü, Allahın görən gözü. Xəbəri var hər şeydən.
İmam Baqir Ağa buyurur, heç bir əməliniz bizdən gizlindir. Heç bir əməlin gizlindir. Elə şey olar, sən qəlbində imamıva məhəbbət gəzdirəsən, imamın ondan xəbər olmaya. Sən imamın eşqi ilə yaşayasan, gecən gündüzün olmaya, imam o eşqdən xəbəri olmasın. Elə şey ola bilər. Bu necə imam oldu? O necə imamdır ki, öz aşiqlərini tanımır? Elə imam olar. İmam Rıza Ağanın vaxtında biri varmış, deyil, ləqəbi Əbdülrızaymış. Gör, nə gözəl ləqəbdir. İnsan belə ad alanda. Deyərlər, bu öz imamının aşiqidir, öz imamının bəndəsidir, öz imamının itaətindədir. Bunun ləqəbi Əbdülrızaymış, Rızanın bəndəsi. Adı İbn Əbi Zəyyad imiş. Amma heç kəs adı ilə çağırmamış. Hamı deyilmiş Əbdülrıza. O qədər İmam Rıza ilə yaxın imiş ki, o qədər yaxınlığı var imiş ki, hamı deyilmiş Rızanın bəndəsi. Bir gün İmam Rıza Ağanın yanında əyləşmişdi. Dedi, ağa, mənim üçün dua elə xüsusi. Gecə ibadət edəndə, gecə namazı qılanda mənim üçün dua elə, mənim ailəm üçün dua elə, övladlarım üçün dua elə. İmam dedi, hər gecə sənin üçün dua edirəm. Hər gecə sən yadımdasan. Bir dəfə imamın əlini aça, səni duasında yad eləyə. Gör, halında dəyişiklik olmaz. İmamın bir dəfə namazının qunutunda səni yad eləyə, sənin adını çəkə. İnsanın həyatı dəyişilməz. Adamın bütün ömrü dəyişilər. Bircə dəfə imam bizim adımızı yad eləyə, bizim üçün dua eləyə. İmam dedi, hər gecə sənin dua eləyirəm. İmam dedi, sizin əməl namələriniz hər gecə bizim qarşımıza gəlir. Mələklər hər gecə onu bizə göstərirlər. Hər kəs yaxşıdır, onun üçün dua eləyirəm. Hər kəsin əməl naməsinə baxıram, görürüm, yaxşıdır, onun üçün dua eləyirəm. Hər kəsdə günah var, onun üçün istiğfar eləyirəm. Allaha dua eləyirəm, ilahi, bunun əməl naməsindən bu günahları sil. Bizim nə qədər günahlarımız var, xəbərimiz yoxdur. İmamın duası ilə silinib gedib. Qiyamət günündə nə qədər əməllər olacaq, görəsən ki, elədiyin günahlar var, əməl naməndə yoxdur. Deyəcəklər, bunu imamın dua edib sənsin. Adamın biraz imamla bağlılığı olsa, imam buyurur, yaxşı olsan da dua eləyirəm. Görsəm günah var, istiğfar eləyirəm sənin üçün. Ki, Allah bunun bu günahlarını bağışla. Qiyamətdə görəcəksən, nə qədər günahlar olub, imamın istiğfarı ilə bağışlanıb gedib. İmamın duası ilə bağışlanıb. İmamla gərək xüsusi bir rabitən olsun, nəsə bir bağlantın olsun. Onda insan üçün xüsusi inayətlər baş verir. Xüsusi nəzər olanda. Xüsusi ziyafət açılır Allah. Məsələn, bu Ramazan ayında xüsusi ziyafət açıb. Bunun içində də bir xüsusi, məxsusi günlər qoyub. Hamını qonaqlığa dəvət eləyir. O qonaqlığın içində də bir xüsusi gecələr var. Qədir gecəsi kimi. Orada da bir məxsusi dəvət eləyir. Ayrı günlərdə dəvəti var. Amma bu günün özündə də elə bir xüsusiyyət verir həmin günə ki, nəinki bu ayın özündən, insanın bütün ömründən qiymətlidir. Nəinki tək Ramazan ayından. Adam gərək şükür eləyə belə günlər üçün. Adama nəsib olub belə aylarda ibadət eləmək, oruç tutmaq, adama nəsib olub bu gecələrdə, Qədir gecələrində gələ məscidə ibadət eləyə, münacat eləyə, adam gərək bunun şükrün eləyə, adam buna şükür eləyə ki, məni nəsib eləmsən, məni dəvət eləmsən gəlim sənin qonaqlığına. Bu bir dənə qənimətdir, bundan gərək bu fürsətdən istifadə eləyə biləsən. Yarıdan çoxsu gedib. Artıq bu fürsətin yarıdan çoxsunu vermişik. İndi ya bəhrələnmişik, ya əldən vermişik. Qalıb bir neçə dənə sayılı günləri.
və məxsusən bu gecə ki, Qədr gecəsidir, adam gərək bu gecənin fürsətin əlindən verməsin. Bütün müqəddərat bu gecədə təyin olacaq. İnsanın bir illik başına gələcək bütün hadisələr bax, bu gecə bizim ibadətimizdən, itaətimizdən asılıdır. Bir illik hansı ruzi insan üçün təyin olacaq? Həm maddi ruzilər, həm mənəvi ruzilər, hamısı bu gecə təyin olunacaq. Ömrümüz bu gecə təyin olunacaq. Keçən Qədr gecəsindən bu Qədr gecəsinə məscidə nə qədər gəlmişdin, ziyarətə getmisən, namaz qılmısan, ibadət eləmisən, onların hamısı o Qədrdə təyin olmuşdu. Bu Qədr gecəsi bir illik bizim nə eləyəcəksə hamısı təyin olunacaq. Çox mühüm bir gecə. Adam görə bu fürsət əldən verməsin. Əzəmətli bir gecə yaxınlaşır. Gərək bu gecəyə qəlbini hazırlayasan. Qəlb hazır olmasa, fürsətlər yenə də əldən çıxacaq. Gərək qəlbini hazırlayasan, səfalı bir qəlblə Allahın qonaqlığına gələsən. Təmizləyib gələsən. Orada kin-küdurət olmasın. Orada paxıllıq olmasın. Orada təkəbbür olmasın, orada özünü bəyənmək olmasın, dünya olmasın, şəhvət olmasın. Onu təmizləyəsən, Allah qonaqlığına gələsən. Çünki bu gecə qəlbinə baxıb nəsə verəcək Allah. Bizim bu təmiz paltarımıza baxmayacaq. Bizim qəlbimizə baxacaq, görün bu qəlbə nə vermək olar. Bax, nə vermək olarsa onu verəcək. Bizim özümüzdən asılıdır. Bu gecə Allahdan nə ala bilərik? İnanın, Allaha bizdən asılıdır. Gedib su gətirirlər, məsələn. Hərə bir qab aparıb dənizdən su gətirməyə. İndi biri balaca bir dənə stəkan götürüb, onunla gedib su götürməyə. Biri biraz böyük qab götürüb, gedib oradan su götürməyə. Biri lap böyük bir qab götürüb, gedib oradan su gətirməyə. İndi ki, gətiriblər, ha. O balaca stəkanda su gətirən dənizi günahlandırmasın ki. Niyə mənə bu qədər su verdin? Dəniz neynəsin? Sən o boyda qab aparmışdın. Sənin qabın o qədər tuturdu, o qədər verdi sənə su. O böyük qab aparan var, ha. O qabı böyük idi deyə çox su gətirib. Onun tutumu çox idi. İnsanın tutumu nə qədərdirsə, o qədər ora ilahi lütflər olacaq bu gecələrdə. Gərək öz tutumumuzu böyüdək. Bu lazımsız şeyləri buradan çıxardaq. Təmizləyək özümüzü. Özümüzlə bir Allah arasında əhd peyman bağlayaq. Gəl, məndə paxıllıq varsa, əhd bağlayıram səndən. Bax, bu gecədən mübarizə aparacam paxıllığımla. Məndə bir insanlara qarşı kin-küdurət varsa, bax, bu gecə səndən əhd peyman bağlayıram. Bu gecədən söz verirəm sənə, ciddi şəkildə mübarizə aparacam, o kin-küdurəti çıxardım. Allah görsün ki, biz nəsə eləmək istəyirik ki, bizə də nəsə versin. Allah məni görsün ki, mən dəyişilmək istəyirəm, məni dəyişsin. Mən dəyişilmək istəməyəndən sonra niyə məni dəyişməlidir ki? Məndə nəsə görsün ki, mənə bir şeylər versin. Allahdan razı bir qəlbimiz olsun. Narazı olmayaq heç nəyə. İmam Həsən ağa buyurur, bir qəlb ki, Allahdan razı ola. Bax, bu gecə dualarımızda bunları, bu dediklərimi məxsusi Allaha yalvaraq, istəyək Allahdan. İmam buyurur, bir qəlb ki, Allahdan razı ola, hər nə dua eləsə Allah qəbul edər. Bu gecə ki, Allah qonaqlığına gələcəksiniz, o qəlblə gələk. Allahdan razı bir qəlb. Allah, bu qəlb səndən razıdır. İmam buyurur, belə bir qəlblə, bu halla dua elə Allaha, Allah hər nə istəsən sənə verər. Qəbul edər dualarını. Allaha qarşı xoş gümanda olaq. Bədgümana düşməyək. Bil ki, dəvət eləyib səni təmizləmək üçün dəvət eləyib. Başqa bir məqsəd yoxdur. Səni çağırıb, səni bilsən niyə çağırıb? Sənin halını dəyişsin, aqibətivi dəyişsin, ruhunu yuyub təmizləsin, sənə təmiz bir qəlb versin. Bax, bundan ötürü səni dəvət eləyib. Balaca bir bəhanəni gözləyir. Gəl bu gecə düz deməsən də belə.
Bəhanə gətir, bəhanə, balaca bir bəhanə. O bəhanə də Allaha kifayət edir bizi təmizləmək üçün. Səfalı qəlb, o qəlbdir ki, imam buyurur, himməti yüksək olsun, himməti. Gəlib balaca şeylər istəməyək Allahdan. İl ərzində bir gecədir ki, heç bir gün, heç bir gecə bu gecəyə çatmaz. İnsanın ömründən qiymətli, dəyərli, şərafətli bir gecədir. Gəlib Allahdan xırda, balaca şeylər istəməyək. Onları onsuz da istəməsək də bizə verir. Bu gecə himmətimizi qaldıraq yuxarı, böyük şeylər istəyək Allahdan. Əzəmətli şeylər istəyək Allahdan. Allaha dinə ilahi, məni o 313 əskəri var imamın, məni onlardan biri qərar ver. Böyük şey istə Allahdan, heç olmasa biraz aşağısını versin sənə. Himmətimizi gərək yüksək eləyək. Elə fikirləş, elə bil heç bir savabın yoxdur. Allaha təqdim eləyəcək heç bir gözəl əməlin yoxdur. Heç bir əməl yoxdur ki, onun savabı gəlib mənə çata. Bütün varlığımla günah eləmiş halda, ancaq günah eləmişəm. Elə təsəvvür elə, bu halla, bu ruhiyyə ilə gəl Allahın qapısına bugün. Gəl Qədr gecəsinə Allahdan bu halla istəsək, inanın ki, Allah elə bu halımızı gözləyir. İnanın bu vəziyyətimizi gözləyir. Bu gecəni əldən verməyək. Bu gecə məxsusən insan gərək halallaşa. Kimin haqqına giribsə, indi bilərəkdən, bilməyərəkdən, valideynlərinin razılığını ala bu gecə. Ola bilməz valideyn insandan narazı ola, adam gələ Qədr gecəsində hansısa bir bəhrəni, savabı əldə eləyə gedə. Valideyn insandan narazı olsa, insana heç Allah da baxmaz. İnsan gedə valideynlərinin qəlbini ələ ala, razılığını əldə eləyə. Qonşusu, qohumu, silə-i rəhm eləmədiyi adam varsa silə-i rəhm eləsin. İnsan bu gecə hər kəsdən halallaşa, halallıq ala. Kimin qəlbin qırıbsa gedib onun qəlbin razı eləyə. Ki bu gecə Allah qonaqlığına ki dəvət olunmuşuq, Allah qonaqlığına ki gedəcəyik, bu cür məsələlər, bu cür narazılıqlar bizə mane olmasın. Bizə Allahla öz aramızda bu narazılıqlar mane olacaq. Gedək bu gecə hər kəs ki var, onlardan razılıq alaq və bu halla, bu ruhiyyə ilə Allahın qonaqlığına inşallah təşrif buyuraq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. İlahi Pərverdigara sənə ant veririk. İzzət-i əzəməti və xatir, ilahi sənə ant veririk. Əhl-i beytin hörmətinə İmam Zaman ağanın zuhurun təcil elə. İlahi gözlərimizi İmam Zaman ağaya baxmaqla nurani elə. İlahi iltiması dua istəyənlərin hacətlərin rəva elə. İlahi evi olmayanlara ev nəsib elə. İlahi borcu olanların borcun qaytarmaqda onlara yardımcı ol. İlahi xəstələrimizə şəfa kəramət elə. Məxsusən nəzərdə olan xəstələrə şəfa kəramət elə. İlahi övladı olmayanlara əməli salih övladlar nəsib elə. Dünya və axirət bizləri Qur'an və Əhl-i Beytdən ayrı salma. Dünyada Əhl-i Beytin ziyarətin, qiyamət günü şəfaətin bizlərə nəsib elə. İlahi axır aqibətimizi xeyirli qərar ver. İslama xidmət eləyənləri müvəffəq elə. Günahlarımızın üstündən qələmi əfv çək. İlahi ölən günümüzə qədər bizlərə minnətsiz ruzi nəsib elə. İlahi izzətin xatirinə izzətimizi əlimizdən alma. İlahi bu məscidin nə qədər müşkülləri var xanım Zəhra hörmətinə həll elə. Burada əyləşən qardaşlarımın nə qədər hacətləri, istəkləri var, Allahlığın hörmətinə rəva elə. Hüseyniyyədə əyləşən ana bacılarımızın nə qədər hacət və istəkləri var, xanım Zəhra hörmətinə həll elə. İlahi öz nurundan bizlərə heybət əta elə. İlahi İslama xidmət eləyə bilmək tövfiqatın bizlərə nəsib elə. İlahi işğal altında olan torpaqlar və məxsusən Qarabağımızı azad elə. İlahi sıxıntıda olan möminlərimizin işlərinə İmam Musa Kazım hörmətinə fərəc inayət elə. İlahi özlərinə və ailələrinə səbr əta elə. İlahi şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. Vətənimizi, millətimizi yerin göyün bəlasından hifz elə. Vətənin keşiyində duran əskər və zabitlərimizi yerin göyün bəlasından hifz elə. Yadımızdan çıxan duaları bizim barəmizdə qəbul elə. İlahi sənə ant veririk öz Allahlığın hörmətinə bu gecələr məxsusən Qədr gecələrinin feyzindən bizləri binəsib eləmə.
Burada olunan dualara İmam Zaman ağanın aminçi qərar ver. İlahi İmam Zaman ağanın zuhurun bizim zamanımızda qərar ver. İlahi İmam Zaman ağanın zuhurun təcil elə. Muhammed Ali Muhammed'e salavat zikr edeyim.